Gəl danış, sosial xidmət layihəniz görüşünüzə gəldi. 070 ilə 653 48 69 aktivdir. Xoş gəlmişsiniz hər biriniz. Bəli, dünən danışdığımız, göstərdiyimiz məqamlar var ki, bir-bir bu məsələləri aydınlıq gətirəcək. Yenə 2 nəfərə xəbərimiz olacaq. Həm axtarışlarla bağlı, həm də müəmmalı olayla bağlı. Şəhid övladının müəmmalı ölümü var buradakı. Anası studiyamızdadır. Hadisə bu yaxınlarda olub. Çox mühüm məsələdir. Mən eşitdim, axşam əməkdaşlarımızla danışdıq. Amma o anıya müəyyən məlumatlar, hüquqi və sosioloji məlumatlarımızı da verərik. Görək nə baş verir. Doğrudanmı? Neçə yaş var idi? 13 yaşında oğlan bir qəsdin qurbanı olubmu? Yəni, bax, bu məsələ də var ortada. Ona görə ekranlara yaxın əyləşin. Bu arada bu şənbə günü saat 11-də Xoş Gəldimin yeni buraxılışı, ikinci hissəsində təqdim olunacaq. Anonslar da sizə göstəriləcək. Diqqətlə izləyin. Şöyle xanım gəlir, dünəndən çox mühüm hissələr çıxıb ortaya, açıqlamalar gəlib. Həqiqətənmi Cəmilə küsüb gedibmi? Dünən onun yoldaşının açıqlaması var, 15 ildən sonra gələn açıqlama. Mən deyir, Rusa görə onu tərk elədim, Rus qadınına görə. Amma çox peşmanam. Husan bəy efirdən deyir, yaşlanandan sonra Angelinalar, nə bilim, Nataşalar yaşlananda necə ki tərk edib, indi ağsaqqal inciməsin, peşmanlığını milyonların qabağında elədi. Bu isə dəstəyə sahib oldu, sözün düzü, qınağa da sahib oldu, qınaq da oldu daha doğrusu. Qınadılar ki, 15 il sən küstür bir qadını yola sal, indi çıx deyirən ki, peşmanam, gəlsin, onu gözləyirəm, balalarının, nəvələrinin yanına gəlsin. Bax, onda nəvəsi var. Amma 6 da deyirlər, 10 da deyirlər, indi onu biz şöylədən soruşacağıq. Nələr baş verir, həqiqətənmi Cəmilə sağdırmı? Hətta elə bu başlığı deyirəm, 15 ildir itkin düşən və elə bu cürdə başlığımız olacaq, Cəmilə sağdırmı? Boş yerə mən bu sözü demirəm. O cümlədən, diqqət, hər kəsin, mən deyərdim 90% televiziya tamaşaçısının narahat olduğu, bezdiyi, yorulduğu bir qadından xəbərim olacaq. Çox mühüm xəbər. Mənim müraciətim ərzəmdən insanların hissiyatı ilə oynadığı üçün bir qadından xəbərim olacaq. Bu qadın Gülxanımdır. Amma hansı xəbərdir? Nə xəbərdir? Birazdan biləcəksiniz. Çox mühüm xəbərdir. Çox mühüm. Mən bir daha deyirəm, o bizim verilişimizdə bir gün olub. Bütün sığınacaqlardan imtina elədi. Uşaqlarına görə xəstəxanaya ilə hər gün danışıldı. Sonda nə dedi? Dedi, neynəmsiniz ki? Lakin, dediyim kimi, çox mühüm açıqlamamız olacaq. Çox mühüm açıqlamamız olacaq. 055 ilə də 753 48 69'da cəmaatın nömrələrini yığmayın. Xahiş edirəm. 070 ilə 653'dir. 055 ilə 753 48 69'da ixtiyarınızdadır. Xoş gəldimdə bizim kəndə də gəlin deyənlər. Xahiş edirəm, WhatsApp nömrəsinə siz yazın ki, bizim kənddə olun. Biz özümüz sizə dönüş edəcəyik. Axtarışlarla da bağlı düşə bilmirsinizsə. Çünki biz tamaşaçıların fikrini önəm veririk. Zəngləri qəbul edirik. Məlumatları götürülür, ona görə yüklənmə olur. Bunu nəzərə alın. Ona görə də, necə deyərlər, sərbəst formada. İndi bir qısa aramız olacaq. Həm də elə Xoş Gəldimin də anonsu yəqin ki, təqdim olunacaq. İndi yazdığımız kimi hansı formada. Əsas da məsələ odur, 15 ildir itkin düşən, küsüb gedən Cəmilə, eləmə, Hüzət xala, biraz sakit otur, bax, belə elədin ki, nəvə də çıxdı getdi. Qurtalama onu, zəhmət olmasa, kameralarımıza dəymə, canın sağ olsun. Nə baş verir? Bu xanım niyə maska ilə əyləşib? Ağızlıq taxmışsınız, daha doğrusu. Salamatlıqdır mı? Burnun yekədi? Allah Allah, Allah Allah, Allah Allah. Yəni, mən narahat oldum, xəstəsənsə orada oturma, amma deməli, burun problemi var. İndi ona görə gələ Fatma xanım gərək ikisini üst-üstə taxsın. Bir qısa ara verək, qaydaq. Burnum yekədi özü də.
Bəli, davam eləyirik dostlar. Dediyim kimi birazdan tıxacıları da başa düşürük. Şöyle xanım da burada olsun. Neler baş verir? 15 ildir itkün düşən, dünən eşitdik də yoldaşın açıqlamasını. Hələ orada bir anons montaj edəndə videonun sizin sözünüzə Fatimə xanım gülürəm. O deyir ki, bəs mən üzr istəyirəm ondan. Fatimə xanım belə, baxıysan, görəysən. Yəni təəccüblənirlər ki, 15 il... Bağışlamaq olar mı? Əli-qulu müəllim, maşallah, siz də az qala çar dövrünü görmüşsünüz. Yəni bu bağışlanası bir şeydir mi? Yəni 15 ildən sonra... Niyə də yox? Niyə də yox? Nə rahat adamlarsınız sizi. Yox, kişi həmrəyliyindən dövrə söhbət. Axı bunun insani münasibətini gördük. Mən sizə 100% deyim ki, Şölənin bacısı nəsə düzgün hərəkət eləməyib. Bilmirəm nə deyə bilmərəm. Yox, mən dedim də dünən, mən sizə deyim, o adam özü də etiraf elədi. Burada şəhərdə yaxşı imkanları, evi. İndi mən bəzi sirlər var, onu birazdan açacağım. Bir qadın gəlir, Rus qadını. Yox, o dığdığa görə dedi ki, güya ki, çox deyinirdi, davaşırdı. Amma nə dedi Cəmlə? Şöyle dedi ki, o tez-tez acıq elib gəlirdi, bu təsdiqini tapdı. Anam onu məcbur elirdi, qayıtmalısan geriyə. Qayıt ayrının yanına, qayıt yoldaşın yanına. Ana müdürük anadır da, deyir ki, yəni belə ailə dağılmasın. Amma o rəfiqəsinə qoşuldu. Getdi Türkiyəyə. Yox, orada oturan rəfiqə idi adı, yoxsa Rəfiqə və Cəmilə. Sevdəyə qoşuldu, getdi Türkiyəyə. Sevdə olar qalmasa da sevdə. Nə məqsədlə gediblərsə, onu bir özləri bilir. Şöyle xanım bilir. Türkiyəyə getmək işlə də bağlı gedə bilərlər. Məqsəd Əl-Qol müəllim, niyə onu belə sözümlə ideallaşdırmaq lazımdır öyle. Yox, yox. Da bilir də Türkiyə nə var idi? Kimdən soruşun derdi fındıq bağında işləyirəm. O kimi ya fındıq ya zeytun. Ya fındıq bağı ya zeytun bağı. O adamı qətiyyən bağışlamaq olmaz. Kimi? Əri bağışlamamalıdır, xanımı. Əri bağışlamaq, o kişini bağışlamaq olmaz. Kişini, görsən kişini. Ona görə ki yanındadır, ay bala, oğlu yanındadır, nəvələri var. Amma Ruslan müəllimə verin mikrofonu. Ruslan müəllim götürün. Amma bir məsələ var. Oğlu da deyir anam gəlsin, anamı istəyirəm. İndi Amil, bayaq Agil müəllim deyir ki, o qadını bağışlama olmaz, 4 uşağını atıb gedib. O qadın normal həyatını yaşayan bir qadın idi. O qadını həyatdan küstürən o kişidir. Bax bu məsələ, bunu demək lazımdır. Əsas verir ki, uşaqlarını atsın. İndi əsas verir. İraq, siz də övlad böyütmüsünüz, digərlər də böyütmüsünüz. O da gedirdi, o da Almaniyaya gedir. Cəmlədən fərq olaraq. Bildiyim qədərlə siz övladınızı özünüz böyütmüsünüz də demək ki. Siz də atıb gedəydiniz də, o bacılarınız. O da gedir 3 ayla, 5 ayla Almaniyaya gəlir, bilmirəm. Amat deyilənşə uşağını atmamalı. Elə o da nəvə ardınca getmişdi elə az qala. Deməli, mən bir şey, bütün fikrimi dağıtdılar da bu insana. Kömək eləyim sizə, dedim gəlin siz. O qadın burada normal ailəsini yaşayan bir qadının. O kişi onu küstürür və həyatdan onu bezdirir deməyim də. Sanki həyatda ona hər şey boş gəlir ki, bu tipdə qadınların daha çox dəyəri bilinir. Bu tipdə qadınlara daha çox dəyər verilir. Ona görə də artıq onun gözündə, mən onu yenə deyirəm, haqq qazandırmıram. Böyük səhv elib övladlarını atmaqla. Yəni ən azından getmişdim, övladlarına əlaqə saxlayardı. İnsan bir kişiyə görə ailəsində olan balasına qıymamalıdır. Mən razıyam sizdən. Ancaq ki, sadəcə o bugün o kişi, o qadın biz bilmirik hansı mərhələlərdən gedir. Biz bilmirik o qadın başına nə işlər gəlib. Fatimə xanım, Fatimə xanım, biraz sirli danışırsınız. Qadını sürükləyirlərmi o yola, əgər İraq olsun, pis yoldadırsa, yoxsa yox, bu mövzularda, belə hallarda? O qadının getməyindən belə məlum aydındır ki, o qadın elə ürəklə özü gedib o sevdayla, ancaq ola bilər ki, orada o elə bir səhnələrlə rastlaşıb ki, onu heç xəyalına yerləşdirmirdi. O da ola bilər. Gedib orada nəysə... Bu yaxınlarda mən təəccübləndim, çox təəccübləndim. Düzdür, ad çəkməyəcəm. Amma Arzuman da, biz də, əməkdaşlarımız da, burada bir nəfər, yəni şirkətdə yox, gəlib gedən adam haqqında heç düşünməzdim ki, o səhv addım atar. Heç düşünməzdim. Amma mən bu olayı, hətta bir cinayət hadisəsinin həm 120, həm 120.1. Bu arada burada bir maddə ilə bağlı bizim müzakirəmiz də olacaq. Onu Ruslan bəylə eləyəcəyik. Yəni adamın ağlına gəlməyən formada eşitmişəm bəzi məsələləri.
mən onun yerinə and içərdim. Yox, dedim bura adiyyat yoxdur. Sadəcə bura gəlib gedib şahidçi formasında. Biləcəksiniz birazdan. Ruslan bəy, bağışlanmalıdır yoxsa yox? Oğlu da istəyir, anam gəlsin deyir. Ümumiyyətlə, bağışlayıb bağışlamamaq mən hesab edirəm ki, bizim ekspert qismində olan şəxslərə aid olan məsələ deyil, onu özləri bilərlər. Yox, məncə ekspertlər fikrini bildirməli. Yox. Sənə bu cavab lazım idi. Biz fikrimizi bildiririk. Yox, Ruslan bəy, inanın buradakı düşünün. Onda bir saniyə, siz maddelərdən deyirsiniz, onda o da heç kimə lazım deyil. Amma sizin dediyiniz maddələr cəmaatın xeyrinə yarayır. Lazım, onu bağışlayıb olmamaqla bağlı, mən bayaq dedim, axı, subyektiv qiymətləndirmə olur da. Burada hər kəsin öz subyektiv qiymətləndirmə. Burada 6 nəfər adamı var, 6 nəfərində 6 müxtəlif fikri var. O demək deyil ki, yəni hamının fikri ilə... Bu ayrıcım, yaxşı toparladın, eyb yox. Buna görə də burada bağışlayıb bağışlamamaqla bağlı mən nəsə bildirsəm, bu mənim subyektiv fikrim ola bilər. Mən elə sizin şəxsi fikrinizi öyrənirəm ki, sizə görə bir kişi xeyla olarım. Çünki, yenə deyirəm, mən tam işin ətraflı məlumatı yoxdur. Mən demirəm də, Ruslan bəy, sualım belədir. 15 ildə atıb gedən bir qadına həyat yoldaş deyir, gəlsin geri. 15 il yox, 75 ildən də sonra insana bağışlamaq olar. 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 Bunu deyin, deyim. Çünki Allah Taala indi dinə çox girişmək istəmirəm, amma Allah Taala ən günahkar insanları bağışlayır. Allah Taala hər bir şəxsi bağışlaya bilir. Əgər Allah Taala bağışlayırsa biz niyə bağışlayırıq? Çox maraqlı, çox maraqlı. Var orada mikrofon, baxın görün. İkram müəllim kimi demədi ki, boş adamlar deyirsən bunları yenə yaxşı gələ demədi. İkram müəllim bir dəfə bunlar ikisi danışdı deyir, bu, hə? Hər halda, axırı aldıqda o fikirdir ki, öyrəndi, yəni bunu deyirdim. Biz də biləcəyik nələrin baş verdiyini. Çox mühüm məsələ var. Bu arada Gülxanımla bağlı dəhşətli, maraqlı, çox mühüm açıqlamam olacaq. Hətta mən veriliş başlayanda bir anons kimi danışanda burada da dedilər ki, o boyda əziyyətlər və s. Mən ümumi olaraq bir söz deyim ki, məndən çox həmkarları qoruyan adam yoxdur. Məndən çox. Amma bir Gülxanım ara vurmaqdan başqa bir şey bilmədi. Hətta onun sözünə inananlar da oldu. Bir başlığa çıxarıldı. Getdiyi veriliş ona baxmadı. Mən onsuz da o gələndən açın, YouTube-da var. Gələndən demişəm ki, sənin mövzun mənə maraqlı deyil. Səbəb deyəndə deyirəm, tamaşaçı narazı oldu birinci verilişdən. Zənglərimiz dayanmadı, fikirlər arda-arda. De gəl, həmin tamaşaçı da, yəni mən deyim ki, eyni tamaşaçılarımızdır. Digər tərəfdən isə baxıram ki, yox. Hətta reytinqə qaldırırlar tamaşaçılarımız var Gülxanımı. İnan o videonun səsini versəz, reyting burada birinci yerə çıxar. Məsələ odur. Bax, orada da bir sığınacaqdı. Artıq Könlü xanımı sığınacaq idi. O ikinci sığınacaq idi. Onu da istəmədi. Nə olacaq? Tamaşaçılarımız diqqətlə baxsın. Gülxanımla bağlı çox mühüm açıqlamam olacaq. Amil, və mənim müraciətim olub. Bəlkə onun adını Gülxanım deməyək də, Gülxanım ona yaraşmır axı. Nə güllü yaraşmır, nə də xanımlıq. Başqa bir ad deyək də ona. Ben ona göre tamaşaçının fikrini öğrendim ama de gel indi məsələyə bax. Qaydırcıyıq, dediyim kimi çox mühüm məsələlər var ki, aydınlıq gətirəcəyim. Və lakin mənim deyəcəklərim var. Dedim də sizə, mənim deyəcəklərim var. Aynura xanım buradadır. İndi mən mikrofonun birinin, dostlar, burada deyirsən çoxdur. Bolluğuna düşmüşsünüz. Var, bolluğuna düşmüşsünüz maşallah. Aynura xanım, sənədlərə verin mənə istəyirsin, mən orada baxarım orada. Yaxşı qoy, qalsın yanınızda, siz bizə təqdim edərsiniz. Məsmədən də xəbər var. Məsmə, qırğın qiyamət salan məsmə evə köçürüləcək yoxsa yox? Və dəhşət, burada Fatimə xanımı şərləyən, ex-Aqil bəy, bəli, şərləyən. İnşallah ki, dedilər, məlumat verirsən. İnşallah ki, onun anasının yerinə olsam, ayıbına kör olub, aparıb qızımın dizimin dibində saxlayır. Yox, elə ehtiyac yoxdur. Yəqin bacarmır da saxlamaq, ona göre gətirir bura. O dizin dibində saxlanası və dostlar, dizin dibində dayanar o. Yuxarı, 2 aşağı yuxarı olan. Dediyim kimi, nələr baş verir? Aynura xanım, Allah rəhmət eləsin, şəhid həyat yoldaşısınız. Allah rəhmət eləsin. Şəhidimizin adı nə idi? Sizi təqdim edin. Yaxın tut. Əzdova Elvin. Elmir? Elvin. Elvin. Allah rəhmət eləsin. Və 13 yaşında oğlunuz rəhmətə gedib. Bəli, oğlum gedib. Hadisə 2025-in fevralın 19-unda. Fevralın 29-unda. 19-unda. Bir saniyə görüm Cəmilə ilə bağlı nəmə. Bəli. Bəli.
Bəli, artıq deyirəm də sizə isti-isti məlumatlarımız gəlir. Bəli, Nigar xanım, o cürdə geçsin və o cümlədən 13 yaşlı yeniyetmə ölüb yoxsa öldürülüb sualı var. Şəhid yoldaşı dediyim kimi studiyamızdadır. Mərhumun adı nə idi? Ayxan, 13 yaşlı Ayxan. Ayxan oxuyurdu təbii ki məktəbini. Bəli, 7-ci sinifdə oxuyurdu. Yaxın tut. 7-ci sinifdə oxuyurdu. Xahiş edirəm də dostlar. 7-ci sinifdə oxuyurdu. Bəli, bəli. 2025-ci ildə baş verib hadisə Bəli, dediniz. Oktyabrda? Fevralda. Fevralın 19-unda. Fevralın 19-u. Artıq bir il olacaq. Necə olub hadisə? Oğlum qonşuya getdi. Qonşuya getdi. Dedi, ana mən gedirəm qonşu. Onlar bizə gəlirdi. Bizim uşaqlar onlara gedirdi. Getdi. Bir neçə saatdan sonra xəbər gəldi ki, göyə o ev yəsin də kişi rəhmətə gedib. Bizi o adından çağırdılar. Biz getdik, gördük kişini orada yatızdırıblar otaqda. Ondan sonra onun oğlu, bir də oğlunun yoldaşı. Yoldaşına biz getdik, ona yardım elədik. Ürəyi yadı pis olmuşdu. Biz yardım elədik. Yardım elədik. Dedi ki, nə olub? Dedi ki, qaynatam xəstələnib, infarkt vurub. İnfarkt vurub. Kənd fenşirlərdə gəlmişdi ki, ona yardım eləmə. Deməmişdən də mənim oğlum qonaq otağında orada rəhmətə gedibmiş. Biz bilmirik. Mən də bilmirəm. Qaynənəm, mən, qaynatam. Biz qonşunun haline getmişik də. Qonşu gibi xəstələnib oraya getmişik. Ondan sonra biz bir neçə saatdan sonra gəzdik. Elə onu ayıltdıq elədik də, o xanımı, ondan sonra kişini ya da ayıltdıq elədik. Ölüb yoxsa öldürülüb bəli? Baxışdan həyəcanlıyam. Səbirli ol biraz, su da verin anamıza zəhmət olmasa. Ondan sonra biz onu geylədik. Burada mənim qızım da oradaydı. Qızım dedim, ana özümü pis eləyirəm. Biz də elə bilirik ki, o evin yəsi xəstədir də. Qızın həmin evdə gəlindir bəyəm, necə? Yox, qızım da məndən getmişdi ora. Qızım, qaynatam, bir də qaynənəm, bir də mən qaçmışıq haya. O kişi xəstələnib, onun hayına qaçmışıq. Onun hayına qaçmışıq. Biz o evin gəlinin, o evin oğlunun su yat verdik, dərman yat verdik, ürəkləri pis olmuşdu. Sonra qaynənəm dedi ki, mənim şəkərim qalxıb, mənim də qızım da xəstə deyildi, həyəcanla olmazdı da. Dedim, gedən evə. Elə çölə çıxanda, otaq kukuna deydik da, biz çölə çıxanda gördüm, polislər tüfəngi nəsə ölçürlər də, beləncini Yəni məsələ belə olub ki, evin az yaşlı uşağı, məsələ budur, tüfəngdən ateş açıb və Aynura xanımın övladı. Yox, o məni allatmaq sardan deyirəm də. Ondan sonra biz sizə qurban, siz getmişdiniz ora. Siz gördünüz ki, sizin oğlunuz da ora gedib də. Soruşmadın ki, mənim oğlum hanı? Yox, elə bir xahişimə gedim. Dedim, Ayxan yoxdur. Dedilər ki, böylə adam gəlib bura. Böylə adamın içindədir. İnanmadım, dedim, hanı yoxdur. Yaxın tut mikrofonu biraz. Getdim, onları soruşdum, Ayxanı soruşdum, Ayxanı görmədi. Heç kəs görən olmadı. Burada da mənim qızım xəstələndi. Qızım ona həyəcan olmazdı, xəstə idi. Qızım Siz Ayxanı axtarırdınızmı həmin evdə, yoxsa hələ axtarırdınız? Axtarırdım. Nəsə hiss eləmişdin, sadəcə olaraq Ayxana... Yəni bu evdə gəlib. Mən də deyirəm ki, o kişi xəstələnib də, onu heç bilmirəm ki, yəni mənim uşağıma heç axlıma gəlməz ki, mənim uşağım nəsə bir uşağım olar. Burada mənim qızım xəstələndi. Qızım olan hayatını İskora gəlmişdi. İskoradan apardılar. Qız nə, Ayxanın xəbərindən yoxsa yox? Yox, elə İskora polisləri gördü, həyəcanlandı, özündən getdi. Yox, qız niyə belə qonşuya görə həyəcan keçirir? Qızda xəstəlik var yoxsa? Var idi. Getdik evə, Bəs polisi görəndə soruşmadınız, polis niyə buradadır? Dedilər ki, gör qaynatamı, o yerədə mən unamadım da, heç özümü qızıma görə özümü itirdim, heç nə bilmədim. İnfarkt vuranı polis çağırmırlar, həkim çağırırlar. Yəni bu uşaq əgər güllə ilə vurub ölübsə, o aslında bilinəcək də bu konsert tamaşanı qoymaq nə mənası var? Xəbər deyilmir axı. Bizi elə aparıblar. Mənim uşağım xəstələndi, qızım xəstələndi. Ayxan Qapıdan çıxanda gördünüz polisi, soruşmadınız polis niyə gəlir? Biz də özümlə dedik ki, polis yəqin o kişiyə tüfəng dəyib, ona görə polislər gəlir. Daha mən getdim evimə. Siz ateş səsi eşitmişdinizmi həmin anda? Yox, heç nə eşitməmişdik. Bəs orada danışırlar da, istərsən
gördünüz, hamı bir pıçıltı eləyir, siz nətər hiss eləmədiniz? Hadisə yerinə Ən azı bir, bəlkə də qızınız hiss eləyib, eşidib nəsə. Yox, onlar necə insan olub ki, o bir otaqda insan ölüb, bir cavan uşaq. Burada bunlar teatr tamaşa düzəldiblər ki, ürəyi gedir. Mənim başım, necə insanlardır, o adamdır. Yox, onlardan asılı deyil bu. Həyat evində nə olanda hamı bir... Yox, onu demərəm. İnfa qurmağı da normaldır. Onun nəvəsi başqa bir adam öldürüb. Bu normaldır. Polislər gəlib, dünya aləm hamı yığışıb, adam çoxdur. Normaldır, onu infa qurmağı da yapır. Polislər gələndə də mən öz evimizdəydim. Öz evimizdim, uşağımla başımda. Onda belə çıxış ki, artıq Ayxanı aparmışdılar polislər. Yox, aparmamışdılar. Mənim qaynatama, qaynıma xəbər verdilər ki, ekspert gəldi, ona ekspert edilmə. Mən də getdim. Amma sizin xəbəriniz yoxdur, heç kimsə risk edib deyə bilmir. Mənim də xəbərimiz yoxdur. Mən də bu uşağın skora gəldi, qızımın həyəcan olmaz. Qızım polisi gördü ki, onda həyəcanlandı. Gəlin belə deyək də, biz çox dərinliyə keçməyək nə barədə. Birbaşa söhbətə keçək ki, və araşdırmaya gedək. 13 yaşlı Ayxanın orada kim var? Dostu var həmin evdə. Bəli, bəli. Adı nədir? Adı Ayyət. Ayyət. Məni allatdılar ki, gəldilər ki, dedilər ki, mən bildim də, mənim Ayxanım gətirilər, orada getirir. Mənə dedilər ki, göyə 9 yaşında uşağın əlində açılıb. 9 yaşında. Mən ona inandım. Dedim ki, ola bilər də hadisədə 9 yaşında uşağın açılıb. Sonra anası, qız, oğlanın yox, anası... nə olar, qarışdırmayın. Bax, bir dəqiqə, mən toparlayayım. Qızında xəstəlik, bax, bu dəqiqədə yazacaqlar. Xəstəlik var deyə, yəni, xəbəri olmayıb. O sadəcə polisləri görüb təcili yardım gəlib onun yanına. Bu ayrı. Bunlar da gediblər evə. Lakin Ayxanın güllələnməyini, silahdan vurulmasını qaynatan bilib. Qaynatamdan qaynım biliblər. Qaynım bilib. Amma sənə heç nə deməyiblər. Heç nə deməyiblər. Deməyiblər. İndi qulaq asın. Bu hadisə bu cür olub. Sonra araşdırılır ki, sənədsiz deyəsən silah olub evdə, deyilmi? Silahın sənədləri olub mu? Sənədi var. Sənədi var. Silah masanın üzərində olub. Masanın üzərindən onun dostu götürüb, belə başa düşürəm ki, ehtiyatsızlıqdan atəş açıb. Amma dolu olub da, heç dolu olub ki, atəş açıb. Amma mənə yalanla dedilər. Hələ qoy burasını deyək də, hələ gələcəksən. Və atəş açıb, bu anda da atəş Ayxanın harasından dəyib? Oy. Atası kimi, atasının da başına dəyib. Atasının da deyir, eynən Ayxan kimi, vay. Və sonra sizə kim deyir bu xəbəri? Mikrofona. Yaxın tut. Mən yenə də bilmədik. Ayxanı da göstərində, dostlar, Ayxanın şəkilləri var bizdə. Mən yenə də bilmədim. Təqdim edin. Mən qızım biraz özünə gəldi, çıxdım gördüm məhəllədə nə qədər adam yığışıb. Yenə də Ayxanı gəzdim. Hamı var, Ayxan yoxdur. Axı, nə olub? Ayxan yoxdur. Ayxan burada atası iləndir, hə? Deyəsən. Yox, bu yox. Əvvəlin verin bir dostlar zəhmət olmasa birinci şəkli. Bu atasıdır, rəhmət. Bəli, Allah rəhmət eləsin. Şəhidimiz də yeri gəlmişkən. Allah rəhmət eləsin. Amma iş arasındadır ki, bu silah elə bir şey, əgər müasir silahdırsa, onların gizli düymələri olur. O elə hər adam onu götürüb. Nədir? O tüfəngi olar da. O tüfəngində olmur. Onda Winchester olub təbii ki. Onun da sekretə nə deyirlər? Gizli. Gizli onun düyməsi olur. Onu açmasın, o ateş aça bilməz. Yəqin o ateş açan onu bilirmiş. Bilirdi, o həmin atan adam istifadə elirdi ondan, istifadə elirdi. Uşaq. 17 yaşında. Bax, indi Aynura xanım, sizə belə bir sual verim. Dostu qəsdən onu öldürərmi? Mən ona görə deyirəm ki, qəsdi öldürər ki, öldürməz ki. Məni bir il allatdılar, mənə yalan danışdılar. Yalan danışdılar, dedilər 9 yaşında uşağın əlində açılıb. 9 yaşının əlində açılıb. Mən baş prokurorla, mənim üzveni şahım... Bəs siz nə düşünürsünüz? Deyirsiniz onun əlində açılmayıb. Mən onda da dedim. Dedim, heç vaxtı mən inanmaram ki, mənim balamın uşaq axı silahdan adam... O uşağı 9 yaşında uşaq deyirik də ağzımızda. Yox, götürüb onu heç vaxtı vura bir. Götürsə vursaydı, onun harasına dəyərdi. Bu tuşlanıb, anına tuşlanıb. Bəlkə oyun oynayıb. Yox, bir şey də maraqlı. Tuşlanıb. Yox, niyə məsələn burada niyə o uşağı öldürməli? Səbəb nə ola bilər? Nə qəsdi qərəzi olar? O uşağla nə problem ola bilər ki, uşağı bilərəkdən onu öldürsün, güllələsin. Mənə düzünü deyil, sizi tutturmayacam. Mənə düzünü deyil, tutturmayacam. Bunlar dedi ki, uşağın atası Əlkiram Əzizov.
uşağın, körpə uşağın atası. Dedi ki, vicdanıma and olsun ki, mizin üstündə göqalı olub, əli Nəyin tətkə... üstündə? Mizin üstündə, stolun üstündə. Göy tətkə dəyib, tətkə dəyib, uşağın göy dəyib başından. Mən də dedim, heç O vaxt... nağıldır, o nağıldır. Hə, mən də o nağıla inanmadım. sual Mən xəstələndim. Mən bu elədim, mən reanimasiyada yatdım. Mən balamın hücurundan xəbərim olmadı. Heç nədən xəbərim olmadı ki, o hadisənin Şəkilləri işləndə. aşağıdakı çıxmır. Bir dənə sual verim, zəhmət olmasa, üzr istəyirəm. Bax, siz deyirsiniz, gəzdim. Siz tapdınız Ayxanı, yoxsa tapmadınız? Tapmadıq. Tapmadım. Qaynatamdan soruşdum ki, qaynatama dedim ki, əmi deyirəm. Dedim, əmi, Ayxanı gəzirəm, Ayxanı tapa bilmirəm. 2 saat, 3 saat qaynanının ikimiz gəzmişik. Amma bu kənddə bir adam vurulursa hamı bir-biri ilə danışır. Hamı bilir. Bu da intihası mənə... Çox güman ki, ikinci, baxın, bu evdə bir dəfə itki olub. Allah rəhmət eləsin. Şəhidimiz rəhmətə gedim. İkincini deməyə heç kim risk eləməyib. Heç kəs bizə deyib, cürət eləyib demir. Ruslan bəy, buyurun, sualınız vardı hüquq tərəfindən də. Bilirsiniz, mən o işin təfərrüatını anlamağa çalışıram. Məsələn, siz getdiniz, oğlunuz yoxdur da. İndi orada deyirsiniz ki, evin yəsi xəstələndi, sonra qızınız xəstələndi. Yəni, sizin oğlunuz həmən evdə idisə, o evdə deyirsiniz, o birisi otaqda idi. Siz nə bildiniz o birisi otaqda oldu? Deyilənlərdən, onlar dedilər, sonradan o belə danışandan sonra dedilər ki, Ayxan elə qonaq otağında da vırılıb. Sizin oğlunuzu orada ümumiyyətlə sizin qohum əqrabanızdan, tanışlarınızdan görən olub orada? Hadisədən sonra demək. Konuşurlar da yəqin. Hadisədən sonra. Elə uşağın nənəsi deyir ki, mən hücrə gedirdim, Ayxanla qabaq-qarşılar gəldi ki, dedi ki, evdə kim var? Deyib ki, evdə 2 dənə oğlanlar var. Yaxşı, evdə bu hadisə baş verdi. Deyirsiniz ki, atəş açıldı silahdan. Və sonra yaxşı, atəş açılandan sonra sizin oğlunuz hara getdi, nə oldu? Neynədilər? Onu xəstəxanaya apardılar. Apardılar ki, götürüblər, müəyyən götürüblər. Mən xəbərim olmadı. Mən dedim, özümdən getmişəm, mən heç nədən xəbərim olmadı. Onda belə çıxır ki, siz ora gələnə qədər artıq sizin oğlunuzu aparıblar. Yox, bəlkə də artıq hadisə olub deyə kişinin də ürəyə gedib, həyəcandan, höydə. Evlə məsafəniz nə qədəmdir evdən, həmin o ev, getdiyiniz evdən? Qapı arada bir dənə yol. Onlar 20-10 metr. Yaxşı, bax, siz ora maşın gəlir, skoru gəlir, atəş açılır. Hadisə nə vaxt gecə idi, gündüz idi? Gecə saat azandan sonra. Yox, orada... Gəlin biz qısa ara verək, aydınlaşdıraq bunu, heç kim tərpənməsin. Biz qısa ara verək, bir ana ilə də söhbət eləyək, aydınlaşdıraq və o formada da davam eləyək. Dediyim kimi, bu arada bu Gülxan məsələsindən bağlı artıq yazılan müəllimdə olub. Bir qısa aradan sonra çox mühüm açıqlamam olacaq. Çox mühüm açıqlamam olacaq və yazdığım ərizələri də burada təqdim edəcəm. Nə baş verir, biləcəksiniz. Qısa ara verək. Yaşlı Ayxanın müəmmalı ölümü deyirik təbii ki. Çünki amma mən belə deyim də, düşünmürəm ki, qəsdən belə də düşünmüyorlar. Çünki mikrofonu götürün, zəhmət olmasa Aynurə xanım. Baxın, bir dəqiqə suallarıma xahiş edirəm, cavab verin, mənimlə danışın. Bu ailənin, hadisə baş verən evin sizlə hər hansısa bir qəsdi qərəzliyi varmı? Xeyr. Necə olub münasibətləriniz? Yaxşı. Normal olub, yaxşı olub. Bax, indi mənə anonim olaraq yazırlar ki, onlar, bax, elə onu siz təsdiqlədiniz o mesajı ki, bir səs olan kimi siz qaçmışsınız birinci. Bəli. Başa düşürsünüzmü? Yaxınlığı deyirəm də, bax, indi adın çəkilməyini istəməyən artıq ikinci tamaşaçıdır Instagramdan Amil Xəlil səhifəsində bunu yazıb mənə. Bəs niyə düşünürsünüz ki, bilərəkdən olub? Mən də ona görə deyirəm ki, əgər bilmərək də olmuşdu, mən sizə əvvəldən dedim ki, mən sizi tutturmuram. Dedilər ki, vicdanıma and olsun ki, mənim balada 9 yaşında uşaq eləyib. Mən dedim, inanmıram. Mən baş prokurora, Elçin, Məmmədova... Onu bildik, xahiş edirəm, siz cümlələr deyin. Mən onu yazdım, onlar məni... Ay xanım, siz söhbəti deyin hələ, zəhmət olmasa Aynurə xanım. Siz də onlara dediniz, tutturmuram, niyə? Yəni, boynunuzu alın. Mənə boynunuzu alın. Onlar da dedi ki, uşaqdır. Uşaq dedim, heç vaxt inana bilmərəm ki, o uşaq götürüb, bu 9 yaşında uşaq... Sizə görə necə olub bu hadisə? Necə olub? Sizə görə necə olub bu hadisə? Mən də dedim... Yox, sizə görə bir ana olaraq bu hadisə necə, nə cür, niyə olub? Kim vurub? Ayxanı kim öldürdü? Ayxanı Ayyət vurub. Əzizova Ayyət vurub.
Neçə yaşı var onun? Onu vuranda 16 yaşı var idi. İndi 17 yaşa keçib. 16 yaşı var idi keçənləri. Amma onlar nə deyirlər? Onlar deyir ki, 9 yaşında uşaq vurub. Yaxşı, niyə vursun qəsdən? Mən də dedim, qəsdən olmasa, bilmərəkdən də olsa mənə düzünü boyun alın. Düzünü mənə boyun almadığına görə vurub niyə uşaq Mənim suallarıma cavab verin. Ayxan artıq 13 yaş olub, qulaq asın. Sadəcə bu suallarımı sətr altı verirəm. Mənim özüm maraqlıdır. Ayxan tez-tez həmin evə gedib gəlirdimi? Qızlar çox gedirdi. Ayxan yox, hələ tez-tez getmirdi. Qızlar çox gedirdi. Bəs o evin uşaqları sizə tez-tez gəlirdimi? Gəlirdi, bəli, gəlirdi. Ən çox hansı gəlirdi? Elə Ayət gəlirdi, bir də qız gəlirdi. Böyüyü gəlirdi. Hə, böyük baladası 9 yaşında elə də gəlirdi. Böyüyü gəlib 16 yaşında uşaq Ayxanla oynayırdı, yoxsa nə edirdi? Hə, Vədvolyada oynayıb edirdilər. Məhəllədə oynayırdı. Evinizə gəlibmi heç? Bəli, çox. Həftə vurandan da sonra o gəlib mənim balamın sinəvarını qaynadıb, balamın üstünə gedib Onu bildim. çəkdirib. Yəni normal vaxtlarda da Aynura xanım, o 16 yaşlı oğlan, 17 yaşlı oğlan gəlirdi, Ayxanla futbol da oynayırdı, evdə də oynayırdı. Bəli. Buyurun. Mən bir dənə söz deyim. İndi bilirsiniz, o xanım deyir ki, o gizlədirlər ki, 17 yaşında uşaq yox, 9 yaşında olur. İş düşmənə görə. Bir dənə, hadi ona görə gizlədirlər ki, 17 yaşında uşağa iş düşə bilər, amma 9 yaşında uşağa iş düşmür. Ona görə gizlədə bilərlər. Bir də o... Amma o iş mən bilən, mən yəni praktikada görmüşəm 2 dəfə. Bu iş sırf təsadüfən olub. Siz praktikada hada vəkilsiz, yoxsa necə? Yəni mən şahid olmuşam belə bir işin də. Kimsə bunu bir həqiqət. Bizim kənddə belə bir hadisə olub, öz qardaşını təsadüfən o tüfəngi ilə vurub öldürüb. Uşağı niyə, qəsdi qərəzliyi nədir? Nə səbəbə qəsdən vurmalıdır, öldürməlidir? Mən də deyirəm, bu boyun almamaqdan ötürü mən sizə tutdurmurum. Boyuna almağa qorxublar, ona görə qorxublar. Ben uşağı deyirəm, o uşaq ya bu uşaq. Qəsdi qərəzliklə olubdur. Çünki alnından vurulubdur. Bu burada nəsə ciddi... Yox, 16 yaşında... Gəlin işlə görə nədir müraciətlərdə? Buyurun Ruslan bəy. Şu materiallarla sizi tanış edim, məlumatınız olsun. Zəhmət olmasın. Əlikram dediyi şəxs, həmin o uşağın atası da, vuran uşağın atası, həmin günü saat 4 radələrində ova gedibmiş. Qoy eşdək, xahiş İqdam haqqında olan məlumatlar deyirəm də, yəni indi səhvdir, yalanda onu sonra danışarıq, müzakirə edərik. Demək, saat 4 radələrində ova gedib və özünlə də həmən silahı götürüb. O zamanı bir neçə dəfə atəş açıb, lakin ov olmadığı üçün geri qayıdıb və silahı evdə masanın üstünə qoyub, sonra bacısı qohumları çıxıb gedibdi. Bu zaman saat 7 radələrində həmin evə oğlu və qonşuda yaşayan xanımın övladı gəlibdir. Qala bilər masanın üzərində 3 saat. Aha. Buyurun. Xanım, mən sizə ittiham haqqında yazılan material danışıram. Mən orada olmamışam. Mən dedim axı, mən bu ittiham haqqında olan... Biz burada özümüz danışırıq, sizə bir cavab vermirik. Mən danışım qutarım, sonra müzakirə edirsiniz də. Belə baxsa, hamı bir-birinin sözünü kəsir. Yox, sözünüz kəsmək istəyirsə, onu da danışın, buyurun. Buyurun, Ruslan bəy, davam edin. Ruslan bəy, davam edin. Saat 7 radələrində, demək, uşaqlar gəliblər, telefonda oyun oynamaq məqsədi ilə və o Əlikramın oğlu deyən Ayət, Əzov Ayət Əlikram oğlu həmən silahı güya götürüb başqa yerə aparmaq istəyəndə, ya masanın üstündən götürüb başqa yerə aparmaq istəyəndə təsadüfən əli tətiyə dəyərək ehtiyatsızlıqdan bir dəfə atəş açılıb və bu atəş nəticəsində Əzov Ayxan baş, beyin əzilib dağılması nəsə də bu xəsarətlərdən rəhmətə gəlmişdir. Yəni istintaqın materialları bunu deyir. İndi orada nə dərəcədə istintaq düzgün aparılıb, səhv aparılıb. İndi ona gələcək. Bir sual verin Ruslan bəy. Bir dəqiqə tələsmək. Çaxmağa dəyməsə o atəş aça bilməz. Bir dəqiqə bir söz deyək. Bu dolu olanda, bəlkə Ruslan bəy siz də bilərsiniz, Əliqulu mən də bilər. Masanın üzərindən götürəndə, hərəkət edəndə bu öz-özünə açıla bilərmi? Yox. Köhnə təzədirsə. Siz mənə bir dənə çaxmaqlı olandı yoxsa o... Yox, çaxmağı heç açmaq olmaz. 9 yaş uşağında çaxmağı ata bilməz. Dala çox güclüdür. Çaxmaqlandır? Çaxmaqla demiş. Deməli çəkib atıbsa, deməli bunu çəkib çox tətik çəkir. 12 kalibrli
Aha, Benelli Belmonte silahdır. Hə, yəni bu silah növüdür. Bu silah növü indi orada onun qoruyucusu var. Təbii ki, o necə gedir qoruyucusu. adı? Bir baxardım burada. Üstəlik də Necə gedir? Bir dəqiqə. Silahın adı mən çünki tam Benelli Benelli. Belmonte. İtalyan İmkan verin hər mən bir də Benelli Belmonte. Xanım, siz deyirdiniz ki, İcazəsi 2024-cü ildə icazə alıbdır, icazə ilə. 2024-də Daxili İşlər Nazirliyinin sənədlərdə siz deyən ayətin adı var. bundan da icazə. belə bir silah. Siz indi burada görməz belə bir silahdır. Tapdı, dedi ki, uşaq vurmayıb, böyük oğlu verir. Baş prokuror tapdı. Bilirəm, elə Ov sənəddə tüfəngi. də ayətin adı vardı, balacan adı yoxdur ya. Bilirəm. Mən də dedim ki, ayətə maddə açmayıblar. Atasına maddə açıblar. Mən də istəyirəm ki, ayət tutulsun. Mən Ayxanın anası olaraq, şəhidin yoldaşı olaraq, mən də deyirəm ki, mənim balamın qatili gəzir. Mənim balamın qatili ayət deyir ki, mən ölmürəm, mən öldürürəm. Siz də, özünüz də anası, İndi ona harda siz də deyir? bilirsiniz Siz atanı. siz anası deyirsə, amma o sübuta yetmir. İndi sübuta yetən orada 9 yaşlı uşaqdan gedir söhbət. Yox. Sənəddə ayətin adıdır. Sənəddə ayətin 16 yaşlı adıdır. oğlanın Onlar adıdır. bizim Elə mən onu deyirəm, soruşam. Cinayət işi üzrə təqsir edilən şəxs Əzizov Əli Kiram Hacıbaloğludur. Çünki atası. Atasını hədənə yıxıblar atasının boynuna. atası- Yaxşı, atası həbs olunsun da günahkardırsa, yaxşı. O Atası silahı ehtiyatsız da Hadisə harda olub? Masallı rayonu. Masallıda. Baxın, o atası nəyə görə? Bir dəqiqə də Aynura xanım. Atası o silahın saxlanma qaydalarını pozub. O mülki və odlu silah haqqında qanun var. Sonra silahın saxlanılması, gəzdirilməsi Ölümə haqqında səbəb Nazirlər olması. Kabinetinin qərarı var. Bu normativ sənədlərdə silahın bu formada saxlanılması qadağandır. Birinci növbədə silahın içində, yəni belə deyək də, patrontajında güllə olmamalıdır, patron olmamalıdır. Yəni o formada saxlama olmaz. İkincisi, silahın saxlanması, dolu vəziyyətdə saxlama olmaz. Bu bir. İkincisi, ümumiyyətlə onun darağı ayrı olmalıdır. Yəni üstündə olmalı deyil. Bu iki. Üstünə darağı üstündə olmamalıdır. Üçüncüsü, o sökülmüş vəziyyətdə olmalıdır silah. Dördüncüsü, onun saxlanması üçün xüsusi yerlər olmalıdır. Və o silaha icazə veriləndə mütləq həmən icazə verən orqan gəlib evdə onun saxlama şəraitdən tanış olur ki, sən Hər şey bir qırağa. Bu ata bunu necə məsuliyyətsiz formada? İraq olsun, indi bir hadisə baş verdi. İkinci hadisə oğluna dəyərdi, uşaq götürüb uşağı ona görə də təqsirlənmə şəxs qismində həmin şəxs cəzası nə qədər cəlb olur ona? olunubdur. İndi onunla bağlı məhkəmə Cərimədir. verəcək. Hə, Usta müəllim, adam ölürsə, adam ölməklə bağlı yox. Neçənci maddə? açıblar. Amma ayətə maddə açmayıblar. Mən də onu istəyirəm ki, bir şəhid xanımı kimi, bir Ayxanın, şəhidin əmanəti daxil, belə haqsızlıq olar. Ayxan televizorun sağ tərəfində olub, amma orada yalana yazıblar, sol tərəfi haqsızlıq çox olub. Mən onu demək istəyirəm, sizə şəhidlərinə fikrim dəyişə çatdırım. bilər. Hökm çıxdı. Yəni məhkəmə oldu, hökm Yox, çıxarıldı. olmayıb. 2 dəfə məhkəmə olub, iki dəfə Hələ məhkəmə olub. iş gedir. Uşağı da gətirmirlər ora. Uşağı da gətirmirlər, ancaq uşağın atasını gətirirlər, silahın yiyəsini gətirirlər. Mən də ona görə sizdən bir xahiş edirəm ki, mənim bu işimə baxılsın. Məni vəkil də Düşünürsünüzmü burada qəsd var Bir də ekspertlər? bax, mən fikirləşirəm ki, bu mən Var qəsd da olmağına orada. yenə şübhə ilə, mən yenə şübhələnirəm ki, burada təsadüfdür. qəsd olub. Bu təsadüfdür, ancaq o təsadüfdə də oğlanı xilas eləmək üçün məhz o uşağı xilas etmək üçün o balaca uşağın boynuna yazıblar. Atasının günahkar, ata da çalışır ki, o evin yiyəsi hər vəcihlə uşaqları xilas edib özü qalsın. Bəli. Amil bəy. Bəy. Yəni özü günahı boynuna görsün. Amma siz yox, siz haqqını tələb edirsiniz. Bəli, bəli. Amma bu da öz övladlarını xilas eləmək üçün, qorumaq üçün hər şeyi öz boynuna götürüb. İndi siz Aydındır. Buyurun. olacaq? Mən onu bilmirəm. öz subyektiv fikrimi Vəkil. deyəcəyəm, bəlkə kimsə razılaşmaya bilər. Əlbəttə ki, bu təsadüf nəticəsində baş verən bir hadisədir. Bu gün kimi aydındır. Amma yenə də Çünki deyirəm, düşmənçiliklər və o, yoxdur. bəli, O uşağın amma gələcəyi olduğu üçün bilirsiniz də, o gedib 16 yaşında, 17 yaşında həbsxana həyatı keçib gələndən sonra onun həyatı məhv olacaq. Və o hadisənin əslində əsl günahkarı silaha
məsuliyyətsiz Valideyn. davranan valideyndir. Əslində mən doğru hesab edirəm ki, o məsələdə günahkar o valideyndir. Amma cərimə ilə razılaşmıram. Subyektiv fikrimdir. İnsan qəsdən də olsa, insan ölümünə görə atası cəza almalıdır. Həbsxanada. Mən sizə Aynur xanım, Aynur xanım. Ata da oğulda bir ildə Baxın, cəza bir dəqiqə. Biz istəyərik sülh olsun bu məsələdə. Nə Gəlsin, barədə? o Əgər gəlsin. Aynur xanım qulaq asın. Mən heç danışmadan, adətən verilişdən sonra danışıram bu vəkil ayırmaq və s. Mən elə əminəm ki, hər zaman müraciətlərimizə müsbət cavab verən hörmətli vəkillər kollegiyasının rəhbəri Anar Bağırov, onun mavini Şahmar müəllim həmişə müsbət yanaşıb. Sadəcə olaraq bizim verilişə, açıq deyək. Çünki bilirlər burada şoy yoxdur. Elə onların adından deyirəm ki, sizə sabah vəkil ayrılacaq. Yaxşı mı? İnşallah vəkil ayrılsın masalında. Bir alqışlayaq kollegiyanda. Vəkil ayrılsın, bu ailəyə vəkillə təmin olunsun. Lakin yenə də subyektiv, belə şəxsi kimi deməyək də araşdırmanın gedişatından düşünürəm ki, burada təbii ki, qəsdi ola bilməz. Amma qərarsızam nədə? Bəlkə bu da ola bilər. 13 yaşlı Ayxan, 17 yaşlı oğlanın hansısa bir sirrini, hansısa bir sözünü bildiyi üçün burada qəsd ola bilər. Ola bilər deyər ki, mən gedib sənin bu məsələni deyəcəm. Bəlkə də hərə qorxu gəlib. Mən ona görə soruşuram ki, indiyə kimi bunların arasında hansısa, bax yadınıza salın, ya mübahisə, ya aşırı mehribanlıq, ya aşırı gizli danışıq və s. Görmüsünüzmü? Bəlkə də anlar kimi şübhələnməmişsiniz. Amma ola bilər ki, bu uşaq deyil, 13 yaş var, özü də futbolçu olub, hə? Daha ayıq uşaq olub, daha ayıq. Ola bilsin ki, nəsə bilib, bunun telefonları bəlkə də geri çevirməklə, necə ki bizlər geri çeviririk, geri çevirməklə yazışmalar çıxmalıdır ortaya ki, görək nə baş verir ki, bəlkə və Onu da eliblər, heç nə çıxmıyor. birbaşa alnından, yəni bunu sən belə götürdün, belə vurdun və birbaşa alnını tutdun. Mən də, Allah sizə kömək olsun, mən də ona görə deyirəm, əgər bu götürürsə, götürüb bir yana aparıb yerinə qoyur, seyfə qoyursa, uşağın üzünə dəyərdi, sinəsinə İndi dəyərdi. baxın, verəcəm, ekspertlərə sual verəcəm. Bir kəlmə verirəm, bir dəqiqə sakit olun. Usman bəy, bir kəlmə sualıma cavab verin, ekspert digərlərinə keçək. Ekspertizada, indi baxaq görək rəy varmı? Güllənin istiqamətinin dəyişib dəyişməməyi görünürmü orada? Əgər dəyişibsə, yəni alınan daxil olub sağdan ya soldan çıxırsa, tam sağ solda, mən şübhələnərəm ki, bu qəsd deyil. Yox, əgər birbaşa buradan daxil olub arxadan çıxırsa, burada şübhələnmək lazımdır. Orada qırma deyə o, qırma. Yəni o dəyişə bilər də istiqaməti. Qırmadır. Mən bildiniz nə deyirəm, bax, belə təsadüfən atılıbsa, buradan daxil olub, buradan çıxmasın da, sağdan soldan çıxsın. Bax, o tək güllə deyil, qırmalar da içində bir Dağılır. bir dənə deyil, onun biri də dəyişsə. Bax, mən sizə deyim, cavan oğlandır. Mən bir dənə maraqlıdır Qoy ki, desin Əlqul mənim bayaqdan. 16 yaşında oğlandır. Bunlar biraz, necə deyirlər, biraz forslu olurlar da. Bu da gəlib indi götürüb tüfəngi Ekspertiza rəyinə əsasən təsadüfən ola bilər. Ola bilər də burada dəyişir, təsadüfən orada dəyib. Aydındır. Demək, Bəli, alnının sol yarısının kəllənin dəlib keçən odlu silah qırma Sol. yaralanmasının, alnının sol yarısında yerləşən hissəsi odlu silah yaralanmasının giriş dəliyi, başın təpə nahiyəsində olan parçalanmış yaralar çıxış dəliyidir. Giriş və çıxış dəliyin elə bir beyin təpədən çıxışdır, giriş isə sol yarısından Uşağın giriş. atası deyir, gəlməydi. İndi onu qaydacaq. Çönlü xanım, buyurun, qaydacaq ona. Ata Mənə bir məsələsi dənə nədir? maraqlı bilirsiniz nədir? Orada deyir ki, ata bir neçə güllə işlədibdi və ov olmayıbdı. O da maraqlıdır ki, o bir neçə güllə orada mı açılıbdı, yoxsa həqiqətən Görəsən, indi mən baxaram, görüm silah nə qədər tutur onu. Bir atəş Ata açılıbdır. orada izahat verir ki, bir neçə güllə boşa atmışam, çünki ov Xanım, yox idi. orada yalan ifadə verib, yəni sizlik deyil. Yalan ifadə, o tüfəng yoxdur, o tüfəngi 16 yaşında uşaq istifadə edirdi. Həftə Mən də elə mənim düşünürəm, bacımın da çünki üstünə çox çəkmişdi. sərrast istifadə Mənim edib qızımın da uşaq üstünə onu. silahı çəkmişdi. Zarafata vuraram, ha, vuraram. Yəni o gedə Bax, istifadə həmin ay edirdi. sağ olun, həmin söhbət orada olub O uşaqla. tüfəngi istifadə edir, amma ata istifadə eləmirdi, oğul istifadə edirdi. Onda elə olub ay xanım, onda elə uşağa da tuşlayıb ki, vuraram, Mən də deyirəm, təsadüfən mənə əli həqiqətən tətiyi niyə çəkib. Bəlkə də düşünməyib ki, onun içində güllə var. Yox, Əlbəttə, yox, olsa- əgər xanım deyib Oğlan qulaq tüfənglə gedirdi, o Ya hemen. bəlkə elə bilib Yox, atası adam gətirir, həmişə tüfənglə yəqin gedib- boşaldırmış da için. o tüfəng ola bilsin ki, o tüfənglə ova gedib yenidən tüfəngi doldurub ki, nəsə atsın, alan bir gətirib belə qoya bilər o. Yəni
evə qoya bilər, Ya mümkündür o. zəlzələdən, ya vəlvələdən. Adamın 13 yaşında oğlu rəhmətə gedib mütləq şəkildə həbs olunmalıdırlar. Başqa Bəli, Yox, cür. sözsüz indi kimi törənib həbs qəsdən olub ya qəsdən Sağ olun olmayıb ki, dəxli siz məni yoxdur. bir ana olaraq məni başa düşdünüz. Mən də sizin tərəfinizdə mən də deyirəm, həbs olsun. Könül xanım da deyirdi o Bəli, sözü. bəli, mən də deyirəm. Yəni Çünki ana olaraq analıq siz hamı anasınız. özün Mən qoyur də. yerinə. 10 uşağı, 13 yaşında uşağı, yoldaşı yox, oğlu yox. Bunun arkasında Belə dayanan neçə artıq heç kim övladınız yox. var Aynura İki xanım? qızım var, bir oğlum. Bir oğuldur o. O da Bir oğlum. Sizin haqqınızdır tələb eləmək. O biz demirik ki, siz niyə şikayət edirsiniz, niyə tələb edirsiniz. O sizin haqqınızdır. deyirəm Onu da ki, qanun çərçivəsində həll Tutulsun, edəcəklər. mənim vuran Sadəcə biz deyirik ki, yəni bu necə ola ayət bilər? tutulsun. Nə qədər cəza lazımdır, düşməzsə düşdü. Mən sizdən onu Yaxşı, dediniz ki, atası gəlib ki, gəlməyərdi bizə. Gəlməyər, O proses necə oldu, o söhbət necə oldu? Siz Mən- nəsə dediniz, o cavab verdi. Mən ona dedim ki, sənin balaca uşağın da öylədir. Mənim niyə yalanla mən sizə dedim əvvəldən dedim ki, mənə düzünü deyim, mən sizi tutturmuram. Dedi gəlməyəydi, olmayaydı bu hadisə. Gəlməyəydi, olmayaydı hadisə. Dedim sənin də uşaqların gəlir. cavab deyil Elə ki. sənin də gəlir uşaqları. Yox, Mənim nəsə, qaynanam bax mən dostlarına səslənirəm. Anonimlik qorunur, məni bilirsiniz, başımı kəsdirəm, mən o söhbəti başqa yerdə demərəm, amma anonimlik mənasında. Amma izahı deyərəm də. Deyin görək, əziz Ayxanı tanıyanlar, Ayxanla həmin şəxslər, uşaqlar arasında, əsasən 17 yaşlı oğlan arasında hər hansısa bir sir, hər hansısa bir mübahisə, nəysə Ayxan görüb bəlkə deyib, bəlkə varsa belə şeylər deyin bizə. Elə birbaşa Amil Xəlil səhifəsində Amil yazın. bəy, ola bilsin ki, məsələn o həmin onların evində Ayxanla oğlanın arasında nəsə mübahisə ola bilərmi? Ola bilər. Bəlkə mübahisə də orada yaranıb. Həmin o vuran O oğlanla. fərziyyədir, o ola Yox. bilməz. 13 yaşından 16 yaşında. Ola bilmir, hə, əlməlli. Nə ola bilər axı? O ola bilməz. Yox, mən demirəm dəqiq olub. Deyirəm, Siz mən demirəm 100% olub. Tofiq, siz burada belə Əlməlli, burada adam bölüb. Düşmənçilik bu söhbəti. Ayət çox özündən deyən uşaqdır, çox belə. Görürsən? Özündən biz Əlməlli, ölmürük, görürsən, biz bax. öldürürük. Ay bala elə, Ana üçün çətin elə şey. ona görə də deyib ki, bayaq qulaqsınız ana nə dedi? Təsadüfən Siz bir açılırdı. dənə ananın dediyinə qulaqsınız, deyir ki, həmişə o istifadə edirdi, ayət istifadə edirdi. Ayət o istifadə edirdi. silahı. Yəni qonşu- Demək ki, bu evdə o uşağa heç nəzarət olmayıb, bunlarda adi bir şeydir. Kim istəsə vursun, kim o- uşaq istəyir ölsün. Ha. Hazır Ay, olaq, Könül bir xanım, deyəcəm. o- Bir də səbirli o ola olun. bilməz, heç vaxt. Mən qarşı tərəflə də danışacağıq və vəkil də ayrılacaq. Bu heç, lakin qəsd yoxdursa burada sülhün tərəfdarı ola bilərəm. Qəsd yoxdursa, bunu indi gedişatda gələn məlumatlarla biz də təbii ki, hörmətli prokurorluğumuza müraciət edəcəyik. Verilişimiz adından, televiziyamız adından, təbii ki, başda da Aynura xanımın adından, o Sülhə cümlədən Vəkillər Kollegiyasına, hə? Başlasın deyirsin. Yox, deyəcəm, qaydanda deyəcəm. Vəkillər Kollegiyasından da vəkil ayrılmasını xahiş edəcəm. Çünki vəkilsiz olmaz bu iş. Şəhid ailəsidir. Könüllü də təbii ki, vəkillərimiz olsa masallıdadır hadisə. Zəng eləsinlər, biz onlara bu işi həvalə eləyək. Bu da lap möhtəşəm olan şəhid ailəsidir. Biz onlara çox borcluyuq. Ölənə kimi, sonuna kimi. Nə qədər Azərbaycan var, Azərbaycan yaşayacaq və bu ailələrə biz borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Qısa aramız olacaq. Yenə də deyirəm, çox mühüm açıqlamam olacaq Gülxanımla bağlı. Çox mühüm. Təşəkkürlər gəlir, videolar. Deməli, biz tapdıqlarımız insanlar bizə sonradan təşəkkürlər göndərirlər. Bir təqdim edək. Daha bir tələbələr bax bu formada illər sonra belə qovuşublar gəl danışın sayəsində. Bizə bir görüntü də çəkib göndəriblər. İndi onun o açıqlama hissəsini sizə təqdim edəcəm. Minnətdarım. Sizlər də çəkin. Axtardığınız sinif yoldaşı, tələbə yoldaşı, əskər yoldaşı, ananızı, bacınızı, qardaşınızı şousuz olaraq bir gündə bu nəticələrə sahib olursa, bu tamaşaçıların uğrudur. Heç mənim uğurum deyil. Açın səsi bir baxaq. Həm biz, həm də Mehbarə sizə çox hörmətli Amil müəllim. Bir oradan verəcəydiniz də. Biz Bakı Plançat Texnikumunun məzunları tələbə yoldaşımızın axtarışı ilə bərabər bağlı sizə müraciət eləmişdik. Sizin sayənizdə tez bir zamanda Mehbarən tapıldı, daha doğrusu tapdınız. Buna görə də biz sizə öz təşəkkürümüzü bildiririk. Mehbarə tapıldı və onunla görüşümüz oldu. Buna görə həm biz, həm də Mehbarə sizə çox sağ olun deyirik. Allah sizləri qorusun. Bax, belə də yığışıblar artıq. Görüntülər də qoy göstərsinlər. Görüntülər də təqdim ediblər bizə və minnətdarıq. Bax, illər sonra onlar da qovuşdular. Bu arada əziz tamaşaçılarımız, alın səsini, geçsin kadrlar. Siz də burada da iştirak edə bilərsiniz. Mən görürəm yazısınız mənə ki, siz də ödənişləmdim, oraya da gəlmək istəyərəm. Xeyr, rahat formada bax bu Mehbarə xanımı da illər sonra görüblər, tanıdılar, axtarırdılar. Hər yerə də müraciət eləmişdilər. Gəlin, studiyamıza da yaxınlaşa bilərsiniz.
təmənnası olaraq saat 11-12 arası mütləq qaydada burada olun. Həmin anda da tapaq ayla illə qalmasın. Bax belə, qısa bir aramız olacaq. Siz də danışın. Bəli, mən demədim sülh bu dəqiqə barışıq olsun. Amma nədənsə düşünürəm ki, bu işdə bizim hələ bilmədiyimiz bir məsələ var. Tək bu ölüm işdə yox. Bu Aynura xanım da bizdən nəyisə gizlədir. Mən çox istərdim ki, səmimi olmağa davam eləyək. Bir qısa ara verək qaydaq. Salam əleykum, hər vaxtınız xeyir olsun. Mən Rəhimov Gündüz Şamiloğlu, Ağcabədi rayon Hindək kənd sakiniyəm. Mənim 1984-86-cı ildə Arxangelsk vilayətində əsgər yoldaşım olub. Biputov Elxan Sabiroğlu. Hal-hazırda Bakı şəhərində yaşayırdılar. Hətta mən onların evində də olmuşam. Ancaq sonralar getdim, onların evləri olan yerləri plana düşmüşdü. Nə idisə köçmüşdülər başqa yerə. O gündən itirmişəm yəni onları. İndi xahiş edirəm, mənə köməklik edəsiniz onların tapılması barədə. Bəli, bu şənbə səhər saat 11-də Xoş Gəldimin növbəti yeni buraxılışını izləyəcəksiniz. İkinci hissəsi təqdim olunacaq. Sonra mən digər rayonlarda da olmuşam, çəkilişlər var. Yeni buraxılışları izləyin. O cümlədən YouTube-a yenidən yükləndi. Xahiş edirəm ki, YouTube-da da izləyə bilərsiniz artıq. Çünki biraz texniki məsələ olmuşdu. Yenidən yükləndi. Xoş Gəldim. Ümumiyyətlə Xoş Gəldimin bütün buraxılışları Space-in rəsmi YouTube səhifəsində var. Xoş Gəldim, Space TV və yaxud da Amil Xəlil yazın. Baxın, bir tarixə vərəkləyin. Açıqlamalarım olacaq dediyim kimi. O cümlədən Cəmilə ilə də bağlı danışacağıq. Həm də Ennarə, Rəfiqə adlanır. Səbəbləri nədir? Şöyle bacısını axtarır. 15 ildir bacısını gəzir. Müraciətlər edib, sonradan bezib, yorulub, açıq deyək. Amma yenə də əl çəkmir. Deyir, o mənim bacımdır. Mənə məlumatları versin də. Bugün gələn məlumatları elə şöyle ilə bərabər müzakirə edəcəyik. İnanıram ki, yaxın günlərdə tam olaraq xəbər gələcək. Hətta mən deyim ki, şöyle ola bilər ki, bu ayın sonu, lap orasını deyim, səni bir ölkənin elə bir başqa proqramına göndərdik. Bu da artıq nəzərdən keçirilir bizim tərəfimizdən. Hələ bu siqnallar dəqiqdirsə. Lakin çox mühüm məsələlər var ki, bugün sənə o açıqlamalar verəcəyik və cavab da istəyəcəyik. Dünənki bağlantı isə hələ də diqqətimdən çıxmır. Adam 15 ildən sonra mən səhv eləmişəm, mən Cəmiləni incitdim, mən Cəmiləni didərgin saldım deyir. Yəni 15 ildən sonra gələn bu etirafdan deyəcəyim. O cümlədən sizin adınızı unuttum yenə. Minarə ilə bağlı səslər, görüntülər yenə də bugün danışacağıq. Onunla da bağlı açıqlama var. Gələn varmı, yoxmu bunu da deyəcəyik. Həmçinin məsumə də bizim gündəmimizdədir, bizim başımıza. Burada dırnaq arası da özlüyünü, məsumə özünü, bu kişinin gəlini. Məsmədir də, məsmə dedim. Məsmənin də haqq hesablarını danışacaq. Amma Gülxanın məsələsinə də gəlim. Heç uzatmayayım. Çünki mən yenə də deyirəm, təkrar olaraq, o bir dəfə bizdə qonaq olub, etirazlar, narahatlıqlara rəğmən dərhal onu səhəri biz uzaqlaşdırdıq. 2 sığınacaqdan imtina elədik. Könül xanımgilin mərkəzindən sığınacaqdan imtina elədik. Oteldə, orada, burada bu adam ancaq deyirdi ki, belə olsun, bu cür olsun. Mən həm Gülxanımla bağlı quruma müraciət eləmişdim, açıq deyirəm. Həm də Rəşadın bacısı ilə bağlı. Artıq Rəşadın bacısı ilə bağlı bu günlərdə də xəbərim olacaq. Lakin yekunlaşan bir addım var. Hamı bizim əməkdaşlar da şahiddir ki, o ikiz uşaqları xəstəxanada, mən təşəkkür edirəm, o Respublikanski dediyimiz o xəstəxanada el arasında baş həkimlə təşəkkür edirəm. Oranın bütün əməkdaşlarını salamlayıram. Necə həssas, hər dəfə də zəng edirdim, narahat olmayın, baş həkim, sən demə, baş həkim bilirdim demişdim, amma efirdə bilmirəm, demişəm, deməmişəm. Uşaqlara belə geyim alıb. Amma onun heç birinin adı çəkilmədi. Baş həkim dərmanlarını, iynəsini, uşaqların qidasını həll edib. Yenə də onun adı çəkilmədi. Bugün də istəmirik adı çəkilsin, amma demək lazım idi ki, sağ olsun baş həkim. Müraciətimdən sonra və toplanan materiallar əsasında və bir gecə apardığımız mübarizədən sonra Gülxanım həbs olundu.
Bəli, Gül Axır ki, xanım yerini həbs tapdı. olundu. Ağzın şirin olsun. Azərbaycan xanımlarına yaraşmayan bir formada təqdimatlar və bizim qadınlarımız, bəylərimiz çox narazılıqlar edirdi. Mənim də ərzəm var. Mənə qarşı şər böhtanı var. Kamera görüntüləri buradan açılıb, təqdim olundu. Dünən gecə mən bütün hüquq mühafizə orqanlarına təşəkkür edirəm. Artıq bir Gülxanın bəlası yığışdırıldı telemekandan. Şükür deyirik. Çünki doğrudan da əsəb keçirdiyimiz məqamlar vardı. Onun sosial mediadakı çıxışları, onun burada kənarda danışıb sonra gelib başqa hərəkətlər eləmək və sonra da müdafiə olunması, dostlarının arasını vurması və bir dəqiqə cümlələrimi yekunlaşdırım. Dostların arasını vurması, hətta mənim ən yaxın dostlarımdan biri var bu teleməkanda. Halbuki biz illərdir dostluq. Bir dəfə o mənə deməyib ki, bizdən sizə bir adam gəlib, o filan və yaxud da mən ona deməmişəm ki, bizdən sizə bir adam gedib. Çünki biz işlə dostluğu ayırmışıq. Özünə də demişəm, tək o yox, istəyir ATV kanalında olsun, istəyir ARB kanalında. Mən ATV-də 4 il çalışmışam. Xəzər televiziyasından da dostlarım var. Xeyir işimizdə, şər işimizdə Allah uzaq eləsin, bir-birimizin qapısındayıq. Amma bizim and olsun Allaha bir dəfə də olsun bir-birimizlə hansısa bir əməkdaşın müzakirəsini eləməmişik. Yəni şikayətçidən gedir ha, əməkdaş deyəndə yox, əməkdaş olub, əməkdaşlardan danışmışıq, yaxşı qeybət də eləmişik, yox heç. Amma şikayətdən olmayıb, şikayətçidən olmayıb, qəhrəmanımızdan olmayıb. Hətta mən bunu ilk dəfə deyirəm, gedib ora deyib ki, mənim həmin kanallarda, güya ki, bütün o 4-5 kanalda, hər kanalda 2-3 agentim var. Təsəvvür edin. Mənimi, heç vaxtım yoxdur, mən otururam axşama kimi. Dünən Allah and olsun, 5-ci gün Ruslan bəy gəlib, deyirəm Ruslan bəy, Allah köməyini olsun, mənim o ərzələrimi dəyiş. Sağ olsun, paxıllığı yox, xainlığı yox, Allah and olsun. Götür ərzələ yazır ki, bilirəm vaxtları yoxdur, mən onları dəyişirəm, onların sayəsində bəzi vətəndaşların əksər ərzələrini özüm yazmışam. Bu kişilərin sayəsində. Amma vəkil olub açıq deyirəm. Deyib, niyə göndər burada, mən özüm həll eləyərəm. Deyirəm, ay qardaş, hazır sənəddə ver. Mən özüm dəyişəcəm, ərzəsini alacam, arayışını alacam, sənin vaxtını almayayım. Eləyirəm də mən bunu. Belə işləyirəm, sağ olsunlar. Amma bu adam bu cür vurdu aranı. Məndən çox yenə də deyirəm, həmkarları müdafiə edən adam olmayıb. Amma durub efirdə mən deyim ki, mən o adamlara çox yaxşılıq eləmişdim, onlar belə elədi, bu da düzgün deyildi. İllərin təcrübəsi olan adamlardan, yenə də onları çox istəyirəm. Amma Azərbaycan cəmiyyəti üçün, Azərbaycan xanımlarına yaraşmayan bir formada davranışı ilə güllü çiçəkli qarşılanan marketdə bir görüntü gördüm, bilmədim qurmadı yoxsa yox. Olmaz və hisslərinə oynadığı üçün, mənim də narazılığım üçün, şikayətim üçün bu adam artıq dəmir barmaqlılar ardında olacaq, məhkəməyə də çıxarılacaq. Geçsinlər müdafiə eləsinlər, çıxarsınlar. Əsas o da həbs olundu. İnanmıram ki, onu durub indi müdafiəsinə də qalxarlar. Amma qalxsınlar. Əsas odur ki, və ikinci müraciətim isə dediyim kimi Rəşadın bacısı ilə bağlıdır. Səslər məndə durur. Onun buradakı görüntüləri də çıxarıldı. Onunla da bağlı, onu işlədiyi yerə də gediləcək. Amma mən o işdə bir üzr istəsə, üzrxahlığına görə geri addım ataram. Lakin əlində, bilirsiniz də, vəzifədən, statusdan sui-istifadə eləmək də qanuna ziddi addımdır. Bu maddələr də ora əlavə olunacaq. Çünki bu xanımın yazdıqları, istifadə elədikləri adlar hamısı təqdim olundu və keçdi təqdimatdan. Sadəcə olaraq bir üzrxahlığına görə bir onu keçərəm. Amma məni, bizi, ümumiyyətlə tamaşaçını heçə saymaq olmaz. Hər zaman da demişik ki, onların sayəsində biz buradayıq. Çox təəssüf ki, heçə sayanların da imkanları göz önündədir, bizlərin də ağlamaq olmasına. Yəni, min şükür. Min şükür ki, getdiyim o bölgələrdə gördüyüm o hörmət nə edirsən deyər. Aparıcılar var ki, adını çəkmirəm sadəcə olaraq. Jurnalistlər də var, aparıcı da var aralarında ki, 6-7-dən sonra qapıdan çölə çıxa bilmirlər. Çünki tamaşaçı onun üzünə hər söz deyir. Demişəm, olub bir neçə yerdəki mübahisə düşüb ki, cəmaət yaxınlaşır, sözünü deyir. Təşəkkür edirik Daxili İşlər Nazirliyinə, təşəkkür edirik Şabran Polis İdarəsinə. Çünki qeydiyyatda oraydı deyə onlar baxmalı idi.
Bir sözlə dünən gecə və mən xahiş edirəm Arzumandan, qoy burasını da deyim, gətirin mənə onun mesajlarını, Ayşəyə yazmaqlarını 4 gün idi. Mən elə bilirdim xəbəri var, bilmirdi. 4 gündür Gül xanım bura gəlmək istəyir. 4 gündür Gül xanım hər gün yazır ki, mən amilin verilişinə çıxmaq istəyirəm, mən amilin yanına gəlmək istəyirəm. Yazır buradan, axşam da əməkdaşlarımız deyir ki, yenə çıxır verilişlərə. Gətirin o mesajları mən göstərəcəm ki, deməsinlər o da yalandır, deyin əli zəhmət olmasa. Buradaydı, indi onun da təsdiqi tutdu, getdi. Gətirin bura, göstərək ki, baxın, sonra da başlığa çıxardırsınız ki, Gül xanım getdiyi verilişdə dəstək görmədi, geri qayıtdı. Amma Gül xanım olduğu verilişdə hörmətsizlik, ləyaqətsizlik gördü bəziləri tərəfindən. Orada ekspert adları yazıb. Təbii ki, mən onların hamısını çox istəyirəm. Bilirəm ki, bu Gül xanımdır. Yalan danışır. Mən durub onu başlığa çıxartmaram. Mən hamısını çox istəyirəm. Allah and olsun. Denən Ayşənə mesajları gətirsin bura. Çıxartmaram başlığa. Amma o adamın 4 gün ərzində bura yazdığı mesajları indi sizə göstərəcəm. Tamaşaçılar da bilsin. Bilsinlər ki, 4 gündür, 5 gündə bura gəlirdi. Mən düşündüm ki, yenə deyirəm, o bilib, yəni siqnal əldə eləyib, ona görə bura gəlmək istəyir. Dedim, hələ tələsməyək, çünki mən qərarı gözləyirdim. Amma sən demə ona görə deyilmiş. O, yenə də narazılıq etdiyi üçün bura gəlmək istəyirdi. Bax, and olsun Allaha. Durursunuz onun bir kəlmə sözü ilə həm həmkarlarınızı, həm onun verilişində olduğu, mənim verilişində olan dostlarıma da aiddir bu. Sonra da görsən orada belə, burada belə. Faiz nisbətini ortaya qoysaq, gəlin görə faiz nisbəti ilə daha çox kim iş görür? 11 ildir mənəm, cəmaat 15-20 ildir. Görə faiz nisbəti ilə, biz də axtarışlar eləyirik burada. Mən heç kimin işlərinə qarışmıram ha. Amma birinci başlamaq söhbəti var, ikinci başlamaq söhbətini də eləyirlərsə, yeri gəlsə, hamı bir-birindən görüb götürür. Türkiyədə 6 cür belə veriliş var. Rusiyanın bütün kanallarında var. Onda desinlər ki, dursun hər dəqiqə aparıcılar desin ki, filan kəslər məndən götürüb. Var mı? Gətirdin mi mesajları? Gətirsin, buyurun. Valla mən Gül xanımı... Bəs onu deyənə, gecə səhərə kimi Aqil müəllim yatmadı, xəstəxanada qaldı, Arzuman, mən, hamısını vururlar yerə. 8 saat, bir dənə, çox xahişəm, 8 saat biz həyətdə onun nazı ilə oynamışıq, qapıdan içəri girməyibdir. Bax, 2 dəfə imtina. Mənə ev tutmalısınız, özdə yeni tikili bina istəyir. Baxın, bir dəqiqə. Gönül xanım, yaxşı işləməmişsə gərək tapardınız da onun üçün hündür mərtəbəli evlər. Amin, mən təklif eləyirəm onun adını Gül xanım yox, Lüçün xan deyək. Baxın, eyb yox, bax, cümə günü hələ. Keçən həftənin 5-cü gündə yazıb, bax, göstərə bilirik, bilmirəm, yox, bax, Salam Amil müəllimlə danışmaq istəyirəm, vacibdir. Sonra yenə də yazıb, sonra bazar gündə yazıb, bazar ertəsində sabah gələcəm, necə sən işdə tapa bilmirəm, deyəcəm, işdə tapa bilmirəm və s. Yeri gəlmişlər, indi mənə dedilər ki, dünən onun üçün iş axtarıblar. Olsun, yaxşı ellər, amma onun üçün axtarırlar. İşsiz qalan nə qədər adam var. Sonra yenə də Ayşə yazıb ki, gələrsən, görüşərsən, yaxşı, yol pulum yoxdur, bizdən taksi pulu istəyib. Bax, bunlar hamısı Gül xanımın mesajları. Baxın, neçə günlər ərzində, bu da onun nömrəsinin son rəqəmi də deyim. 87-92-dən yazdığı mesaj özü balalarında şəklini qoyub. Bu adam nə istəyir ki? Məqsədi nədir? Yox, mən indi deyirəm ki, orada otura, yenə bura gəlmək istəyir. Mən indi, mən o bicliyi bilsəydim, dərhal deyərdim Arzuman, get hardadır, götür gəl. Yox, o adam tüfeyle həyat sürür. Sizə bir şey burada danışmaq istəyirəm ki, Gül xanım o qədər problemli ailələr Studiyadakı vəziyyətdə də var, göstərir. Gül xanım adını da demək istəmirəm. Həqiqətən siz mənə deyəndə ki, ora gəlsin, inanın istəmədən dedim. Yadınızda dedim, mən onu görmək istəmirəm. 2 dəfə sizdən imtina edin. Getdi oraya 2 dəfə. Yenə də deyirik. Üstəlik də orada nələr danışdı və yeganə adamdır ki, Amil bəy ona kömək eləyibdi. Başqa mən o... Heç qoymadıq da danışmağa. Özü də burada nə deyirdi? Siz imkan vermirsiniz mən danışım. Dedim, olmaz. Çünki Gül xanım kimiləri gəldi, gedərdi. Amma bizim həmkar olaraq dostluğumuz olmalıdır, birliyimiz olmalıdır. Bir ovuc tamaşaçımız qalıb, bir ovuc. Bunu da biz Gül xanım gillərə görə itirməli deyilik. Mən onu da qəbul edirəm. Bax, bu gün də açıq deyirəm. Bu gün teleməkanda ilk onluğu nəzərə alım, deyim reyting, mətbəxinçi də olsa, Tarix Əliyev olmasa, Zar Nəbioğlu olmasa, Xoşqədəm Hidayət qızı, Zar Baxşaliyev, bax, reytingdə olanlar deyirik. Hələ özümü qoydum, mən də şükür Allaha ilk onluqdayım. Lala Zərtaj olmasa, Vüsailə xanım, yəni bu onluqda qınanılan bəzi aparıcılar var da, indi biz sosial şəbəkədə də olmasaq, bunlar olmasa ümumiyyətlə televiziyalara baxan olmayacaq. Bax, bunu mən açıq deyim.
Çünki mənim misallarım var, hər həftə də burada çəkirəm. Əgər bugün Mədəniyyət Televiziyası ən sonuncu yerdədirsə, Dövlət Televiziyası sonuncu yeri paylaşırsa, İctimai Televiziya o cür böyük layihələrlə sonuncu yerdədirsə, yəni bax budur, faiz nisbətini deyirəm ay sizə. Düşünməyin ki, məcbur olub baxacaqlar. Xeyr. Çünki hər kəsin evində Krosnu, peyk antenaları var. Hər kəsin evində kabel televiziyası var. Bugün kabel televiziyalarının 800 mindən çox abunəçisi var. Hər kəsin də telefonu var, ehtiyac yoxdur. Yəni olan qalan tamaşaçı da bir şey deyim, bununla siz gedəcək. qoysaydınız ki, biraz sosialda paylaşılsın, reytingdə birincidir. İstəmirəm. Mən də ona Aydındır, bir sözlə, bir daha deyirik, həbs olundu, heç ona iş axtarmağa da ehtiyac yoxdur, amma həmkar olaraq, dost olaraq hamısına aiddir. Əl-ələ verək, bir-birimizin qədrini bilək, Allah hamd olsun. Mən doğrudan da hamınızı çox istəyirəm. Amma o yazılan başlıq, o YouTube başlığı olsun və s. bu heç də yaraşdırmadım. Və yeri gəlsə, mən bura belə-belə gəlmişəm. Yəni bunu da deyim. Mənəvi söhbətlərimiz olub, bir dəstək vermirlərsə 30 dəfə mən dəstək vermişəm. Amma onu mən durub hər yerdə demirəm. Sadəcə elə də təqdim eləmirəm. Bilin ki, mən doğrudan da hər birinizi çox istəyirəm. Davam eləyək, bəli. O qadının sözünə ümumiyyətlə niyə inanmaq lazımdır? Çox təəssüf, başlığa kimi Niyə onun sözünə inanmaqla inanırlar da ümumiyyətlə? Aydındır. Davam eləyək biz. Yenə də deyirəm, həbs olundu. Artıq bir Gül xanım bəlası teleməkandan yığışdırılacaq və növbəti ərzəm isə dedim də, mənim o xanımla qarşı olacaq. Artıq onun işlədiyi təndirxana və s. və yerlər hər biri bir jurnalist araşdırması olaraq hər şeylər məndə var. Mən danışsam, ailəm bir-birinə deyəcək. Ona görə də mən necə ki yazıb bizə o təhqirləri arzumana, mesaj qutusuna və s. və ilə axır qaynaq xəttə ya üzrxahlıq eləyəcək, ya da ki mən bu məsələni geniş formada təqdim edəcəm. Bir də ki hədə qorxusunu, onu da qeyd eləmişəm və o da təsdiqini tapıb. Bəli. Və deyim ki, Gül xanım tək mənim məsələmə görə həbs olunmayıb. Bir maddə də var ki, birazdan onu deyəcəm. Sadəcə mən ərizə yazmışam, mənim də ərizəmə baxılsın deyə. Baxılıb da. Bəli. Amil müəllim, bu verilişin dəyəri olmasaydı, mən keçən dəfə dedim, Sosial Müdafiə Nazirliyinin bəli, sizlə də bağlı danışmışdı. Allah'a şükür, işiniz həll olunub. Çəkən yerdə özləri mənə apardı, o sağ olsun ki, Amil müəllimin verilişində kişisən, dedim. Dedi ki, saldılar mən, sənətlər dedilər, bir də cibimdədir. Bilirəm, deyəcək, tələsmin məndə rəsmi açıqlama var sizinlə bağlı. Allah'a şükür, Allah'a şükür. Davam eləyək, davam eləyək. Cəmilənin mikrofonu verək şöyle, indi qaydacam Aynura xanım sizə, narahat olmayın. Çünki o suallarım olacaq sizə çox mühüm. Şöylənin bacı axtarışı davam eləyir. Gələn məlumatlar var, gələn xəbərlər var. Amma dünən o Şöylənin yeznəsi sayılır da, bacısının əri Ələsgər bəyin bir o xatırlatmasına baxaq zəhmət olmasa. Ələsgər bəy deməli xanımın həyat yoldaşıdır. Bəs bu işdə, yəni Cəmilənin itməsində, Cəmilənin yoxa çıxmasında özünüzdə bir günah görürsünüzmü, az da olsa? Günahın hamısı məndədir. Günahın hamısı məndədir deyir. Günahın hamısı məndədir deyir. Səmimi etirafdır, buna görə təşəkkür edirəm xüsusi olaraq. Yəni bu səhv gətirdi, bu yerə çıxartdı. Mən onu incitmişim, ona görə də məndən qaçıb gedir də yaqın. Necə? Mən incitmişəm onu, ona görə qaçıb gedib yaqın məndən. İncitmişəm onu, qaçıb gedib, etiraflara baxın siz. İndi etiraf eləyirsən, amma o qədər gecdir ki. Mən deyərdim ki, qayıdıb gəlsə daha yaxşılardı. O kimdən ötürü o dünyada gəzir, nədən ötürü gəlsin, nəvələ 10 dənə nəvəsi var. Rusiyada da ikisi var. 12 dənə nəvəsi. Niyə bu günlər, niyə bax bu müddət ərzində axtarmadınız xanımımızı? Niyə, səbəb nə idi? İndi düşünürsünüz ki, artıq sizə lazımdır. Artıq sizə lazımdır, sizə kimsə qulluq eləməlidir. Bəli, çox mühüm məsələdir, çox mühüm gələn açıqlamadır, bəli. Və necə qarşılayırsınız? Niyə? Göstərək tez-tez, ekranda qalsın, çox xahiş edirəm Cəmilə. Kişi deyir ki, yəni gəlsin balaların yanı bizim yanımıza. Evropeyski adamdır, Amil bəy. Nə adamdır? Evropeyski. Avropa. Amil bəy, deməli bu kişi sadəcə yaşdaşır, indi özdə bir dənə adam axtar ki, buna baxsın, qulluq eləsin. Az mı olub nənələrimiz 10 illərlə, 15 illərlə babalarımız atıb gedib, gələndə də yanında bir qız gətirib. Nənələri bu günə salmayıblar, bezdirməyiblər, döyməyiblər, söyləyiblər. Uşaqlarına baxıb, əri
Əri də qaydanda ürəklə qaydanda. Hə, şöyle. Mən bunu da razılaşmıram. Kişi getsin, kefin çəksin, gəlsin. Qadın da zulüm çəksin. Bunu da qarşılamıram. Amma o qaydan kişi də ürəklə qaydım. Çünki bilib xanımı ocağının başındadır. Bu kişi bilmir xanımı hardadır. Kimin ocağının başındadır bilmir. Məlumatı da yoxdur heç. İcazə verin mən bax paradoks var da burada da. Bir-birinə tərs. İki platforma var. Biri Şöyle Hanım'ın bacısıdır, bir de onun yoldaşı. Yoldaşı deyir ki, mən onu incitdim. Yaxşı, biz də qəbul elədik, taksir ondadır. Yaxşı, bəs bu qız özü bir dəfə də olsun, axı zəng eləməyib. 15 ilin. 15 il yox, lap 5 il olsun. Bir həftə olsun. Bax, burada hamısından soruşuram. Bir həftə uşağını görməyən və yaxud valideynini görməyən mütləq hardasa, hətta indi həbsxanalardan, əskərlikdən də icazə verirlər ki... Gəlin soruşaq. Bir dəqiqə hamı sakit olsun. Bu niyə zəng eləməyib? Neçə övladı var idi Cəmilənin? 4. Və 2 qızına siz baxmısınız? Yox, axıra yaxın baxmışam. Axıra yaxın. Atası aparıbdı 2 qızını. Və 2 qızı da elə öz rayonunuzda Ərdədir. Bəli, axırıncı dəfə bizdə olubdu, mənim yanımda olubdu. Oradan da indi toy eləməmişəm, amma qaçırdılar. Bəli. Məsələ odur ki, Yox, əməlli başda Ərdədirlər. Yəni Mehriban da ailəsi var. Əməlli başda Ərdədirlər. Qoşulub qaçıb da ərə vermişəm, bu deməkdir ki, sən yəni razılıqla necə maraqlı olur da. Vaxtla, filanla, cehizlə ərə vermişsən. Eləmişsən, onu denəm. Ay bala, xalasıdır, bir tər baxıb, o da qoşulub qaçıb, bəlkə də indi imkanı olmayıb cehiz verməyə. Bəlkə özü deyib ki, qoşulub cehiz verməyə, nəysə də axırı qoşulub qaçıb. Məsələ odur ki, Cəmilə Rusiyaya gedib. Rusiyada olanda Ələsgər bəy elə o Rus xanımını gətirib. Bir yerdə olub. Və bəli, dünən mən sizə ona zəng edim, dəqiqləşdirdim həm də. Həm bir otaqda Cəmilə qalıb, bir otaqda Rus qalıb. Deyirlər kini qoyub gedəcəklər də. Mən eləməliydik ki. Yox, o kişinin danışığına elə də başa düşdüm ki, bu belə adamdır. Və yəni görmüsünüz ki, arvad 15 il yoxdur, deyir gəlsin, nə olasıdır ki, burada nə və onun üçün adi bir şeydir. Hansı ağırla, hansı məntiqlə gətirib? Burada bu var, o bu xahiş edirəm. Şöyle, siz tərəfləyirlər, söz yox. Bacınız həbs olunubmu Rusiyada? Xəbərim yoxdur. Bəli, bacınız Rusiyada da həbs olunub. Rusiyada, indi bilmirəm. Hələ biz ora gedən ərəfədə. Biz onu indi yoldaşından soruşacağıq. Çünki artıq gələn siqnallarda Şölənin bacısı, hər halda bundan gedir də söhbət. Başqa bacınızı bilmirsinizsə, deməli bundandır. Cəmilə həbs həyatında yaşayıb. Və bunu Şölədən soruşun, bilirmi deyə? Xeyr, bilmirəm. Mən özüm Rusiyada olmuşam. Rusiyada. Sonradan gəldim. Yəni uşaqlar gəldilər, getdilər, biz baxdıq. Sonra çox maraqlıdır. Atası apardı qızları. Qızlar yetkinlik yaşını çatanda göndərdi. Yəni ora Rusiya idin, göndərdi Azərbaycana. Rusiya. Siz öz ailənizlə yaşayırdınız, yoxsa ki onların ailəsi ilə qalırdınız uşaqlara baxmaq üçün? Yox, mən öz ailəm. Baxın, indi bu dəqiqləşdirir. Bir qısa aramız olacaq. Qaydan kimi deyəcəyik, Cəmilənin 2 dəfə həbs olunması var ortada. Bu isə nə üstündə olub birazdan danışacağıq. Amma bu o demək deyil ki, bilirlər şəhər sözü demirəm, deyəcəm. Yox, burada başqa məsələ deyəcəm. Mən utanıram, vallahi ben, ama bu söhbət... Düzünü deməyəcəksən burada, ona görə yalan danışma. Yox, amma burada yanlış hərəkət yoxdur. Əslində qadağan deyil ha, bəzi söhbətlər. Bunlar nəyə deyil? Mən abur həyanı güdürəm, valla. Biz də duraq danışaq filan kəs, filan şey. Valla bu yaraşmır. Sabah üz-üzə gələcək tamaşaçı ilə. Mən Fatma xanımın tərəfindəyəm. Bunlar məni təkləyir, tez bazar bir qısa araya çıxaq qaydaq. Hörmətli Amil müəllim, mən Goranboy rayonundan sizə video göndərirəm. Goranboy rayonunda yaşayan Babayeva Bəsti Babaşi qızı. Mən 1975-ci ildə indiki Aqrar Universitet, o vaxtı Gəncə Kənd Təsərrüfatı İnstitutu. Orada tələbə yoldaşım olan Məmmədova Gülnaz Yunis qızını axtarıram. O Gəncəli idi. Sonradan getdim 82-83-cü illərdə evlərini tanıyırdım. Getdim, soruşdum, dedilər ki, Bakıda, Ərdədir. İndi mən onu axtarıram.
Məmmədova Gülnaz Yunis qızı. Xahiş edirəm, mənim həmən tələbə yoldaşımı tapmaqda mənə köməklik eləyəsiniz. Telefon nömrəmi də indi hər halda sizdə olacaq, verərsiniz, məndən əlaqə saxlayar. Olanda deyin, Ələsgər bəy qoşulmaq istəyir Rusiyadan. Xəttədirmi? Aha, hazır olsun. Cəmilə, şöyle, sən bu həbslərdən xəbərin yoxdur. Xəbərim yoxdur, yox. Artıq 14-cü... Biz gəldi, nəvələri olanda gəldi, nəvələri olanda. Deməli, xəbərimiz olmalıydı axı onda. Bir bacı bacıya dərdini danışır da nəsə. Deyə bilər ki, başıma... ondan getdi da, o gediş getdi, xəbərimiz yoxdur. Sənə qurban ol. Deməli, bu ondan qabaq olub da. Bilirdin həbsini. Ələsgər bəy, bilmirəm deyir də. Ələsgər bəy, bir dəqiqə sakit. Ələsgər bəy, hər vaxtınız xeyir olsun. Sakit. Hər vaxtınız xeyirli olsun. Ələsgər bəyin telefon xəttindədir və görüntü də təqdim olunacaq. Ələsgər bəy, birbaşa sualıma keçim, sonra sizin də deyəcəkləriniz olacaq, bilirəm. Tam səmimi deyin. Xahiş edirəm, çünki sorğular ünvanlanacaq indi hər 3 ölkəyə, bunu da deyim indidən. 3 ölkəyə nə üçün sorğu göndərəcəyik biləcəksiniz birazdan. Cəmilə və yaxud da indi rəfiqə sənədləri də var onun əlində. Keçmiş yoldaşınız həbs olunubmu? Nə vaxtsa, nə zamansa? Mənim yanımda yox. Mənim yanımda olunmayıb. Bəs başqa yerdə olubmu? Bilmirəm, başqa yerləri 97-ci ildə mən görməmişəm. Özdə dünən orada artıq söhbətlər olubdu. Mən onları bildirmək istəyirəm ki, artıq söhbətlərdir orada. Nə məsələm? Hansı söhbət sizin? Məsələm nə? Orada deyilir ki, Şöylə xanım da deyir ki, mən uşaqlara mən baxmışam, nə bilim, neynəmişəm. Uşaqlara mən özüm baxmışam, onlara paltarına kimi özüm yumuşam. Mən nə Rusla yaşamışam, nə bir şey eləmişəm. Amma Şöylə xanım qızları dedi. Qızları dedi ki, qıza... Axır vaxtlar dedim ki... Axır vaxtlar dedi. Axır vaxtlar dedi ki... Axır vaxtı. Mən onu Rusiyadan göndərdim öz anamın rəhmətliyin yanına. Amma mən sizə bir söz deyim. Mən qulaq asın. Niyə göndərdin? Qulaq as, qızı niyə göndərdin? Amma mən eşitdim ki, açıq deyirəm, qızlar sənin yanından qaçıblar. Yalan söhbətdir, yalan. Bu dəqiqə qızlarım ağlayır orada ki, niyə o sözlər deyirlər, biz nə vaxt qaçmışıq deyir oradan. Qızlar mənə bir həddi bulğa çatanda, Amil bəy, bizim Azərbaycan mentalitində belə bir şey var. Rusiyada yaşayanda. Niyə yalan danışırlar orada? Oradan qadınlar da söhbət edir ki, Ələsgər belə qadınla yaşayıb, belə eləyib. Lazım gəlsə yaşayaram da deyirəm, mən kişi deyiləm mi? Ancaq mən qızlarıma baxmışam. Yox, siz Fatıma xanıma deyirsiniz, amma siz özünüz etiraf elədiniz. Etiraf elədiniz. Fırlatma, Şöylə xanıma deyir. Müəllim sözdür, fırlatma. Fırlatma müəllim sözdür. Qulaq asda. Şöylə xanıma deyir, nə deyir? Şöylə xanım burada dedi ki, Rus qadına görə o acıq elədi, getdi. Özü də etiraf elədi. O deyir ki, elə söhbət olmayıb. Hadisəni bir qadınla bir dəfə, iki dəfə görüşüb ya görüşməyib bilmirəm. Yəni o qadının yanına gedib yaşamayıb. O Şöylə xanım... Şöylə xanım demədi, onun gələn mesajlarda deyilmişdi ki, o bir... Şöylə xanım dedi ki, Rus qadını, bir dəqiqə qulaq açırdı. O Rus qadını mən evdən qovanıyırdım, özü gedib gətirirdi. Mənlik deyildi. Nə deyir? Kim gedib gətirirdi? Elə şey olur. Cəmilə xanım. Hə, Cəmilə xanım gedib Rusu gətirirdi sizə yanınıza. Bir otaqda qalıb, bir otaqda mən qalmışam. O gətirirdi, siz də qovardınız da. Amma siz, Ələsgər bəy, qaydaq bu məsələyə, siz, bir dəqiqə eşitin məni, hamı eşitin, xahiş edirəm. Siz amma Cəmilənin indiyə kimi həbsindən heç bir xəbəriniz yoxdur. Heç bir xəbərim yox, 90-cı ildən bu yana. 97-ci ildə. Hətta Gəncədə də o polisə düşür. Yanınızda adama deyin, Rus dilində danışmasın, kənardan danışsın, xahiş edirəm. Hətta Gəncədə də onun polislə bir məsələsi olub, indi onu sorğu verib öyrənəcəm, hələ ki, indi eşitdiyim məlumatlardır. Bunların heç birindən xəbəriniz yoxdur. Heç birindən xəbərim yoxdur, Allah'ın da olsun. Sözündən xəbərim var idi, sakit qoyuzun danışın. Valla burada mən belə görürəm ki, burada Şöylə xanım çox şey bilir. Hamını Allah'dan Şöylə xanımdır. Yalanların çox... 21'də dostlar, bir olar.
Oradakı Bir xanım yıl, düz deyir. 2001 olar. 2001'də buradaymış mən. O iki qızı göndərin. Kimin olmasında Artıq söhbətlər olunmasın orada. Buna görə gelib uşaqlara ya da ben burası da diyorum. Ay Ələsgər bəy, yanınızdakı adam rus dilində danışmasın, kənardan danışsın sizinlə. Efirdəsiniz siz. Mən elə başa düşdüm ki, bir də deyirəm. Başdır. Adam deyir ki, qızlar həddi buluğa çatanda göndərib Azərbaycan öz anasının yanına. Deyib, hər uşaq üçün $100 göndərib, baxsınlar ona. Oğlum da yanındadır, o da rus dilində danışan oğlum. Danışmayın da, yalan danışmayın, ne olur. Heç Kişi deyirəm, mən demirəm. O anasına göndərə bilər. Anasına göndərə bilər. Niyə danışmırsın? Anasına göndərə, Yox, başqa uşaq şeylər. kimin yanındasa o pulu yiyəcək. Pula görə, mən pula ihtiyacım yoxdur. Mən şəxsən heç qızları da lazımdır. Bacımın baxacağıma bacıma. Amma mən bir şey bilirəm ki, xanım, siz onun həbsi barədə müəyyən şeylər bilirsiniz. Bilmirəm, xəbərim yox. Ola bilməz ki, bilməyəsiniz. Mümkünsüz bir şeydir. Bilirsiniz siz. Çox xahiş edirəm sizdən. Siz səmimi olun bizlə. Siz əslin düzgününü danışın. Siz çox gözəl bilirsiniz bacınız nə işlə məşğul olub. İndi zeytun mu yığıb, fındıq mı yığıb, onu hamısını siz yap. Bizdən yaxşı bilirsiniz. Siz onu daha gözəl bilirsiniz. Xahiş edirəm. Siz düzgün variant danışın. Lap efirdən kənar Düzgün variantda mən bir dənə istəyirəm ki, bacım tapılsın, sağdır, salamatdır. Gəlsin, danışsın. Gəlsin, özü danışın, mənim yanımda olsun. Heç nə yoldaşı, nə qızları lazımdır. Aydındır. Gəlsə də heç qızlarının yanına da belə Cəmilə, buraxmayacağım. bir dəqiqə, baxın, mən sizə bir söz deyim mi? Bu həbs məsələsi artıq neçənci versiyadır gəlir. Biz bugün verilişdən sonra rəsmi qaydada sizin imzanızdan 3 yerə məktub göndərəcəyik, sorğu. Və artıq inanıram buna, nəyə görə? Çünki mən sizdən sənəd məsələsini soruşanda siz bunu təsdiqlədiniz. Mən belə başa düşürəm ki, o həbs həyatını sənədə görə yaşayır. Çünki başqasının sənədi ilə ölkədən çıxıb gedib gəlmək, Ruslan bəy, bu qanuna ziddir də, deyilmi? Lap oxşarlıq olsa da, olmasa, lap ekiz də olsa. Və bu məsələ təsdiqini tapır şöyle. Təsdiqini tapır. Ola bilər ki, elə bugün sabah mən sizə o xəbəri verim. Amma 3 dəfə niyəyə bəs? Bir dəfə olandan sonra onu deportasiya eləyirlər, o da gedib sənətlər. Ola bilər ki, o ölkədən o cür çıxdığı üçün növbəti bir ölkə onu sorğu verir, gətirir, həbs elətdirir ki, yəni bu ölkədən bu sənədlə daxil olmamışdır. Ona görə də hələli vericili qoyacağım bu məsələyə. Ələsgər bəy, Allah xətdən hələlik, çünki nəyə görə deyirəm? Bir rəsmi sorğumuzu verək. Əslində, mən tərəfdarıyam ki, onun İraq olsun, o biz Abdul bəyə 2 il bundan öncə verdiyimiz belə bir oxşar məsələ olmuşdu. Negativ xəbər verdi, Allah rəhmət eləsin, o rəhmətə getmişdi və kimsəsizlər qəbristanlığında dəfn olmuşdu. Mən tərəfdarıyam ki, elə o həbs olunsun, sağ olsun. Mən onun tərəfdarıyam. O həbs olunsun, sağ olsun deyə. Başqa ikinci versiyanı düşünmürəm. Ona görə də hələli vericili qoyacağım bu məsələyə. Çünki bu dəqiqələrdə artıq mənə bəzi məlumatlar gəldi. Və deyim, Gəncədə də işləyib o, bilmirəm, nə inibsə, Gəncədə də göründüyü olub, onu tanıyan adamlardan məlumatlar var. Çox güman ki, orada bir müddət qalmağı ola bilər. Şöyle özü, bilirsiniz necədir? İndi son bir 10 il götürəndə vallahi hamı öz ailəsi üçün çalışır. Nə bacı, nə qardaş. Çünki eləyirlər, ötən gün baxıram, deməli, Şəfiqə Nağıyeva vəkil bir müsahibə verib Ülvira xanıma. Deyir ki, qədrim bilindi mi? Deyir, bütün qohumlara dəstək verdim. Bütün qohumların əlindən tutdum. Düşünürdüm ki, mənim heykəlimi qoyacaqlar. Amma deyir, tam əksi oldu. Yəni, belə bir ifadəsi var. Adam tüklər biz olur. Bu, hamımız yaşayırıq belə halları. Hamımız yaşayırıq. Allah bilir, Ruslan bəy neçə qohumlarının məhkəməsində iştirak edib. İndi bayramdan bayrama bəlkə copy-paste-də, o ingilis sözdə olsa, sürətini çıxardıb göndərirlər mesajını ki. Mən eləyirəmsə, gözləmirəm ki, mənə heykəl qoyacaq. Ən azından gəlməlidir də, ən azından gəlməlidir, bir təşəkkür gəlməlidir. Aydındır. Ruslan bəyin laf belə. Ruslan bəy, bu gün yalan bıçağı islah etiləmişsən ha. Deyilmir ki, ən azından insan qarşısındakı bir iş görəndə bir təşəkkür sözünü gözləyir də. Bəli. Sən mənə ancaq yaxşılıq elə, mən çönüb üzümü fırr eləyim o tərəfə keçim. Yəni bu da düzdür. Amma pis bir şey eləndə həmən söylürlər insana. Amma bir daha deyirik, Cəmilə sağdırsa, möhkəm küsüb inciyə bilər.
möhkəm. Amma bir kəlmə bacısı ilə danışığını istəyirik. Bir kəlmə bacısı ilə əlaqəsi olsun, o da onun üçün kifayətdir ki, çünki o bilmək istəyir sağdır, sağ deyil deyə. Qadını deyir, özü gətirir, mən qadını qovurdum, o girib gətirir. Amma özü Ələsgər bəy demədi ki, mən o xanımla yaşadım, səhv elədim. Dünən dedi axı o cümləni. Yox, indi sözləri təzad təşkil edir, paradoksdur. Bir də ki, o qadın gətirirsin, sən qov da. Deyir, o gətir, mən nə deyim, o gətirir də. Gətirir də qov da. İncimin, Şərəf xanım, siz də incimin. Mən o kişinin səmimiyyətinə inandım. Kişi normal səmimiyyət. Mən dünən deyəndə siz belə biraz irad tutdunuz ki, belə. Görək, şöyle, niyə qızlar, bir dəqiqə, niyə, bir dəqiqə, tam səmimi, indi ki belə oldu, Ələsgər bəy belə sənə irad bildirirsə, sən də düzün de. Qızlar niyə atasının yanında qalmadı, oğlanlar qaldı, qızlar qayıtdı gəldi. Mentaliteti bildik. Amma ata hardadırsa, bala da orada olmalı da. Niyə qızları göndərdi? Atanın oğlu əslində bacım, Tovuzda bacım var Ziyafət. Uşaqlar gəlib onun yanında qalıblar. Bu çörəyin talon olan vaxtı. Bacım zəng elib Ələsgərə ki, mən uşaqları saxlaya bilmirəm. Çörək talonlandı. O da gəldi, 2 qızları götürdü, apardı. Oğlu qaldı bacımın yanında. Bacım, üzr istəyirəm, uşağı böyümüşdü, ona sünnəti də bacım elədi. Sonra uşaqlar böyüyəndə oradan göndərdi anasının yanına. Anasının yanına gələndə öz anasının yanına. Oradan bacım gəlib götürüb, Bakıdakı bacımgildə, burası bacımgildə, bizdə, hər arada biraz qaldı, özü işləməyə getdi. Burada da mənim yanımda bir müddət qaldılar, mənə nə o pul göndərmir, Ələsgərlə mən indi bu dəqiqələrdə 10-15 ildə Ələsgərin nömrəsi məndə olmuşdu. İndilərdə mamamdan alıb, onu qızlardan alıb. Görüb efirdə. Nömrəni alıb, mənlə danışdı. Bax, bir bacısısan da, xahiş edirəm, gördün mü? Bax, mənim əslində pisimə gəldi ki, sən burada ötən gün Ələsgər bəyi təriflədin, Ələsgər bəy haqqında mənə çox yaxşı sözlər dedin, indi Ələsgər bəy sənə qarşı çıxmış kimi oldu, biraz qismən. Mən o uşaqları göndərdi sözünə görə deyir ki, ay sağ ol, amma olmasın, Ələsgər bəy də səmimi insandır. Bacın nəyin qurbanı oldu? Bizə qarşı pis oldu. Cəmilə nəyin qurbanı oldu? Cəmilə Ələsgərin. Bax belə. Ələsgərlə mən inanmıram şəxsən. Mən inanmıram. Bax belə. Mən inanmıram. Bax belə. Şöyle xanımın bacısı. Heç kim bacıdan, heç kim şöylədən yaxşı bilə bilməz Cəmilə nəyin qurbanı oldu. Nə siz, nə mən, nə tamaşaçılar. Niyə biz bilmirik ki? Bilmirsiniz. Biz bilirik. Cəmilə nəyinsə alvermə eləyib, onun qurbanı olur. Neçə bacıdılar, bacıdan xəbəri yoxdur heç birinin. Balam kişi özü dedi ki, mən onu incitmişəm. Mən demədim, mən deyirəm, heç kim bilə bilməz də bizi kimi, onu kimi bilə bilmərik ki, Cəmilə niyə getdi? Kişi özü dedi, incitmişəm onu. Ay bala, indi kimi saxlamaq olur yanında, sonra saxlamaq olur. Kiminsə ağlı gələcək, kiminsə ağlı başqa ölkəyə getmək istəyəcək. Şöyle neynəməlidir? Düşməlidir əlinin ayağındakı pası getmə. Dünən mən dedim ki, çox bilir demir. Amma onun bacısı başqa şeylərin alverinin qurbanı olub. Yox, başqa şey yoxdur burada. 40 yaşında normal qadın de, bu demədi mən nə işlə məşğulam. Kişi bayaq öz dedi ki, mən onu incitmişəm. Şöyle xanım hər şeyi deyir sizə nə işlə məşğulam. Harada işlədiyini də amma deyib bütün suallara cavab sorğudan sonra olacaq. Əgər bu qız doğrudan da həbsdədirsə, 3 ölkə nəzərdə tutulub. Mən sizə deyim, Almaniya yoxdur mənim planımda. 3 ölkə nəzərdə tutulub. Bu ölkənin biri Türkiyədir, biri Rusiyadır, digəri Azərbaycandır. Xeyr, digəri Azərbaycandır. Ona görə də mən də deyirəm ki, sağ olmağı, həbsdə olmağı daha üstündür. Sabah hakimi inşallah mən bunu deyəcəm. Xurama xanıma verək mikrofonu. Xurama xanım. Xumar xanım daha doğrusu. Xumar xanım, qısa deyək görək, hardan gəlmişsiniz? Mən Lənkərandan gəlmişəm. Bu verilişə inandığıma görə, real olduğuna görə. İndi burada səhv elədim. Yox, səhv eləmədim. Gülxanın adını tutanda da istəyirdim, mən buraya gəlməyəm daha. Belə deyəndən sonra mən sevindim. Gülxanım olmayıb bax bizdə? Olmayıb, amma burada tutulanda mən istədim çıxam burada. Adı elə hallanır da. Bax, yaxşı, belə tamaşaçılar niyə başqa yerdə narazılıqlarını bildirmirlər, mən bilmirəm. Yaxşı, davam eləyək. Mən dələduzluqla aldanılmışam. Makrel ilə evim əlimdən. O da aldanılmışsansa, burada bir dələduzluq vardır. Bəli, dələduzluq. Nə baş verir, de görək? Mən Bakıda evimi satmaya qoydum, mənə pul ehtiyacıdır. İmanov Sərdar Alayoğlu tərəfindən evim alındı, 12.000 mənə pulu verdi. Mən evi köçürdüm, ona yox ha, o başqa birinə evi verdi. Mən köçürdüm, mənə 75.000, 200.000, 200 manat dəyərində mənə sənət verdi, məni aldatdı. Bu gün verirəm, sabah verirəm. 500 dənədən çox səs yazması var. Dünənki günə qədər səs yazması var. Axtarışları çıxardım. Mən aldanılmışam.
Mən aldanılmışam. Ona görə ki, mən bütün Azərbaycan, bütün Azərbaycan bilsin, bütün hər yerə yazsın. İndi nə qədər verməlidir ki sənə? 35 min evimin pulundan qalıb, bir də mənə kira pulu. Məni aldatdı, Lənkərana, Bakıya qədər mənim başım. Nə sübutlar var əlində? Hər nə varımdır, hər nə sübutlar var. Vəkilin kim olub? Vəkil tutmuşam, vəkilin nömrəsi məndə var. Fevralın 4-ündə vəkil tutdum, gəldim fevralın 3-ündə sənədləri alan kimi dedim zəng gelim Spes kanalına. Gəlim ki, daha mənim ürək partladı. Vəkilinlə danışaq. İndi Bakıda da hadisə? Bəli, Bakıdadır. Ruslan bəy, bəlkə bir dəstək verəsiniz? Polisə müraciət eləmisiniz? Mən baş prokurorluqda olmuşam. Suala cavab verin. Müraciət eləmisiniz polisə? Bəli. Hamı kağızlar məndə. Siz deyirsiniz ki, alqı satışa çıxartdım, alqı satqı. Siz alqı satqının notariat kontorunda ofisində. Xeyr, JK məni apardı, JK. Mənzil Təminat Təsərrüfat Birliyi. Hər nəyim var mənim əlimdə. Mən bütün dünya işçisi məni aldadan, məni niyə aldadıb? Mən aldanılmağa görə siz alqı satqıya JK getmişdiniz? Mənzil Təminat Təsərrüfatı Birliyi. Mənzil istismar sahəsi. Xətai prokurorluğunda da olmuşam. İş 37-ci bölmədə də olmuşam. Gəl belə deyək. Adınız nə idi? Şirəlizadə Xumar Heydər qızı. Ruslan bəy, çox xahiş edirəm. Sizə çoxdan bir görün baxım eləmirik. Yəni bu işi götürərdiniz. Ruslan bəy! Ruslan müəllim olacaq. Ruslan müəllimə yaxınlaşarsan, Ruslan müəllim Vəkillər Kollegiyasının üzvüdür. Baxar sənədlərə, narahat olma, yaxşı mı? Bəli. Bir baxsın, verək kimə Xumar xanıma verək. Siz hardan gəlmişsiniz? Salam. Xuraman xanım, buyurun. Hardan gəlmişsiniz? Salam Amil müəllim. Sizi də ekspertlərdə salamlayıram. Mən Füzuli rayonunun Horadi şəhərindən gəlmişəm. Çox gözəl. Gözəl gününüz olsun. Nədir probleminiz? Mənim problemim, Amil müəllim, işğal gününə qədər fəaliyyət göstərən şəxsi bazarımız olub. 3 ailənin şəxsi vəsaitinin 90-cı illərdə. 93-cü il oktyabrın 23-cü yol kəsilib, mühasirədə qalıb İran tərəfindən keçmiş. Nə deyəniz? Deyin, vaxtım çatsın. Bu İstəyim odur ki, bizim rayona təzə icra başçısı dəyişilib 11-ci ildə. Ona qədər bizim bazarımız qalıb. Bir mağaza binasında da indi hal-hazırda bazar... Mağaza məsələn, bildim. Müsahibə versin xanım, zəhmət olun. Vermişəm, oğlum, ona müsahibəni hazırın, çünki bu başqa formatlı bir məsələdir. Bu ancaq süjetlə təqdim edəcəm, yaxşı mı? Sən oldun olmadı, süjetlə təqdim edərik. Füzuli rayon icra hakimiyyətindən də xahiş eləyərik ki, sənin məsələndə baxalım. İcra hakiminin özündən də şikayətim. Yanına getmişəm, bəli. Mən harada yazıram oğlum, yazdığım məktublar... İndi səsinə eşitdi ki, narazılığı var. Xanımın narazılığı var. Abbasov Hüseyin Yusuf oğlu mənim əmlakımə qapı qonşumuzdur. Qonşudur. Qonşudur. Xahiş edirəm. Arzuman, sənədlərini götürün, bir müraciət eləyək üst qurumlara da ki, yəni belə hallar da olmamasını diləyirik əslində biz. Məhsimə oldu da. Məhsimə ilə bağlı icra məsələsi var. 2 dəqiqəmiz qaldı dostlar. Demişdim, çıxarsın o birisilər, bu da baxaq. 1-2 dəqiqə rejissorlarımızdan xahiş edirik. Maksimum dərəcədə. Sən elə bir hazırlaşırdın getməyə. Salam, hə? Əməlli. Onda oturaq zəhmət olmasa, rahatlığımıza baxaq. Məhsimənin icra prosesi var ortada. Nə yerdə qaldı dünən? Bəli, o xətai icra... Probasiya. Probasiya şöbəsi. Orada deməli, icraçı uşağı çağırıb 500 manat cərimə elətdirib. Niyə? Ki, bu məcburi evə köçməlidir. Niyə? Müəllim, deməli, o bu əməllərdən sonra gəlib o evdə oturmaq istəyir. Orada deməli, mən, yoldaşım, 2 nəvələr... 500 manat cərimə olunması indi bu... Çox güman ki, o məhkəmə qərarını icrasına maneçilə törətdən görə İnzibati Xətalar Məcəlləsinin maddəsinə müvafiq olaraq cərimə oldu ilk olaraq. O maneçilə törədəndə icra məmurunun elə bir səlahiyyəti var ki, ilkin olaraq inzibati məsuliyyətə cəlb edilsin, daha sonra cinayət məsuliyyətə cəlb edilsin. Mələkə nəridə yazmırlar necə vaxtı? Ali məhkəmənin qərarı var ki, uşaq anaya verilməlidir. İcra nə yaxşı mələkənin... Bunun üçün nə eləmək lazımdır ki, o da cərimələnsin mələkə? Məsələn, bir qəhrəmanımız da var bizim. Yəni, cərimələnməsi üçün... Ayrı məsələdir. Ayrı məsələdir, sadəcə sual gəlir ki... Təbii ki, onunla bağlı müraciət olun. Siz orada o hərəkətin inzibati məsuliyyətə cəlb olması üçün orada qəsd olmalı. Biri var, şəxs qəsdən eləmir. Məsələn, tutaq ki, adamın aliment ödəməyə, belə deyək də, imkanı yoxdur, işləmir, eləmir. Bir də var, qəsdən maneçilik törədir. Qəsdən maneçilik törədəndə artıq məsuliyyət yaranır. Bu sualıma cavab verin, xahiş edirəm. Vaxtımız çatsın, sözünüzü də kəstirəm. Bu qızın hərəkətlərini burada hamımız görmüşük.
Deyəsən siz də 5-ci gün buradaydınız da. 5-ci gün buradaydınız da, buradaydım, onu görmədiniz, burada qırğın qiyaməti. Yox idi, 4-cü gün idi o. Əməlli böyük təhlükə, hətta bizim hamımıza burada qırğın qiyamət, narkomaniyanın əlamətləri var. Biz də xahiş edirik ki, bu testdən də keçsin. Kim buna zəmanət verir ki, evdə qan su yerinə getməyəcək? Belə bir tip dəhşət, belə düşündüyünüzdən də dəhşət. Hamısını, burada bir oyunlar çıxartdı, mən, bəli onun gəlini. Kim zəmanət verir? Kim zəmanət verir? İcraçı zəmanət verəcəkmi ki, orada evdə söz-söhbət olmayacaq? Bilirsiniz, Amil bəy, icraçının işi məhkəmə qərarını icra eləməkdir. Yəni, məhkəmə qərarında nə varsa, onu icra eləməlidir. Orada yazıbsa, bu adam məsələn eləməlidir, köçürülməlidir və yaxud da ki, nəsə çıxarılmalıdır. Məhkəmə icra məmurunun işi onu icra eləməlidir. Bəs başqa vaxt gəlib yazırlar ki, icra edə bilmədiyi aktlaşdırırlar axı. O icrasının icra haqqında qanunda göstərilir hansı hallarda o icra mümkün olmuyor. Əgər mümkün olun, icrası mümkün olmayanda onu da aktlaşdırırlar. Vaxtımızı kəsirlər. Salamat qalın, əziz tamaşaçılarımız. Verilişdə iştirak etmək istəyənlər sabah saat 11-ə kimi Space-ə yaxınlaşsınlar. Salamat qalın. Heç kim